əslində bizim üçün də inanılmazdı. Verilişə gələr-gəlməz internet portallarında bir xəbəri oxuduq və həqiqətən də şoka düşdük. Uzun illərin ailəsi, məşhur cütlük, hər kəsin diqqətinin mərkəzində olan və son dövrlər bizim studiyamızda xanım anaya göstərdikləri dəstəkləri və diqqət və qayğıları ilə bir ideal ailə kimi qarşımıza çıxan, bir humanist cütlük kimi qarşımıza çıxan Təranə ilə Musa Musayev ayrıldılar. Və qısa bir anonslarımız var, izləyin, bu çox dəhşətlidir. Şok, şok, şok! İllərin cütlüyü ayrıldı. Müğənni Musa Musayevdən keçmiş həyat yoldaşının ünvanına inanılmaz ittiham. Doğrudanmı Təranə Qumral ərinə xəyanət edib? Hələ ki, heç bir yerə açıqlama verməyən Təranə Qumral ümidvara danışdı. Və indi heç kəsin telefonlarına belə çatmaq mümkün deyil, danışılmır. Amma ki, biraz bundan öncə Təranə Qumral ümidvara danışdı. Nələrin olduğunu, ailəsində nələrin baş verdiyini, bunların həqiqət olduğunu, yoxsa həqiqət olmadığını bizə söylədi və açıq-açığına Musa Musayev internet portallarına müsahibələr verib və bu müsahibələri doğrudanmı onun dilindən səslənibdir. Bütün hamısını birazdan ətraflaşdıracaq və sizə təqdim edəcək. Daha doğrusu araşdırılıb sizə təqdim olunacaq. Hal-hazırda isə sponsorlarımıza dərin təşəkkürümü bildirmək istəyirəm. Baş sponsorumuz Rolton şorbalarıdır. Dadlı və ləzzətli, keyfiyyətli əsil ev şorbaları. Təşəkkürümüzü bildiririk sponsorlarımıza. Doymaq unları, Brothaus çörəkləri, Alman texnologiyası və Alman keyfiyyəti, Kral ət və ət məhsulları, Gələnaltı halal, buyur sən də al. Xalq təbabətinin siması, təbii üsullarla müalicə mərkəzi olan Nərgiz klinikasına təşəkkürümüzü bildiririk. Bioxen Femina, xanımlar üçün nəzərdə tutulan bu şampun həqiqətən də saçların tökülməsinin qarşısını alır. Və Qafqazın ən böyük xəzəri qaleriyası olan Femina'ya təşəkkürümüzü bildiririk. Qısa bir aradan sonra bərabərik. Cümə günü verilişdən sonra yaşananlar inanılmazdı. Əmir Aslanovlar ailəsi bir-birinə dəydi. Tariyel Əmir Aslanov oğlunun ailəsini dağıdan Səfura Səmədovaya nələr dedi? Ana öz qızı və kürəkəni tərəfindən vəhşicəsinə döyüldü. Ümidvara üz tutan Sitarə Səfərovanın başına gələnlər. Birazdan əri ölən Gülnarə İsayeva doğrudanmı qaynı ilə ailə qurmaq istəyir? Gülnarənin qaynatası Şahlar Rızayev ümidvara üst tutdu. Gözü yaşlı qoca daha nələr danışacaq? Bütün bunlar birazdan Ümidvarda. Verilişin baş sponsoru Rolton, evimizin doğma dadı. Sponsorlar, doymaq unları, sevdiklərinizə ləzzətli ağız dadı bəxş edin. Kral ət və ət məhsulları, adı kimi dadı var. Brothaus çörək evi, əsl Alman keyfiyyəti. Nərgiz klinikası, təbii üsullarla müalicə mərkəzi. Bioxen, saç tökülməsinin qarşısını alır. Femina, keyfiyyətə və gözəlliyə söz ola bilməz. Şok, şok, şok! İllərin cütlüyü ayrıldı. Müğənni Musa Musayevdən keçmiş həyat yoldaşının ünvanına inanılmaz ittiham. Doğrudanmı Təranə Qumral ərinə xəyanət edib? Birazdan, doğrudan da bu bir şok olaydı bizlər üçün və həyat yoldaşının öz həyat yoldaşı haqqında söylədiyi fikirlər. Bilmirəm, Musa Musayev bunu həqiqətən özümüz söyləyib, yoxsa nə baş veribdir? Hətta daha kəskin ittihamlar var orada, daha kəskin ittihamlar var. Silah məsələsi var, ev məsələsi var. Bilmirəm, ailənin içərisində baş verən hadisə və olay məsələsi var. Hansı ki, bunu Musa Musayevin özünün dilindən eşitmiş. Biz amma hazırda, daha doğrusu internet portallarına belə bir müsahibə verib. Hazırda istəyərdim ki, studiyamızın qonaqlarını sizə təqdim edeyim əziz tamaşaçılar. Respublikanın əməkdar artisti Baloğlan Əşrəfov, xoş gəlmişsiniz. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 9 saylı hüquq məsləhətxanasının vəkili Şəfqan Ağayeva, xoş gəlmişsiniz. Respublikanın əməkdar artisti Şamil Süleymanlı, xoş gəlmişsiniz. Şuşa Dövlət Musiqili Dram Teatrının direktor müavini yazıcı dramaturq Elnur Abdullayeva, xoş gəlmişsiniz. Azərbaycan Tibb Universitetinin Psixiatriya Kafedrasının dosenti tibb elmləri namizədi psixiatr Araz Manıçehri, xoş gəlmişsiniz. Azad Qadın saytının rəhbəri Aynur Qurban qızı, xoş gəlmişsiniz. Respublikanın əməkdar artisti Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Əli Nur,
Xoş gəlmişsiniz hər biriniz. Ümumiyyətlə, bu söhbəti eşidəndə, bilmirəm, bəlkə siz də burada eşitdiniz, Şəfqət xanım? Mən indi eşitdim, mən onları çox ideal bir ailə kimi deməli tanıyırdım, çox da yaraşdırırdım bir-birinə. Mənim üçün həqiqətən belə, necə deyim, belə çıxır ki, insanlar həqiqətən də sığortalanmayıb, kimin başına nə gələr, amma yenə də mən inanmıram. İnanmırsınız, Balola müəllim, siz necə? Yəni, anonsu gördünüz, vay elədiniz. Kimdən söhbət gedir? Təranə ilə Musa Musayevin ayrılmağından, boşanmağından. Musiqiçilərin ailəsində belə şeylər çox olur. Həm də ki, ümumiyyətlə, o ailə haqqında danışmaq istəmirəm. O ailədən danışmaq istəmişsiniz, yoxsa o haqqında danışmaq istəmişsiniz? Yox, o ailədən. O ailədən danışmaq istəmişsiniz. Niyə? Nəysə, o qalsın sonra söhbət. Boşanmaq istəyirsən, gel boşan da, portallara müsahibə niyə verirsən mən başa? Mən üzr istəyirəm, heç gizlətmirəm, mən də boşanmışam, hara müsahibə vermişəm, kim bunu bilir? Siz artıq dediniz. Mən dedim, Sovet İttifaqının vaxtında olub, Perestroikaya qədər yenidən qurulmuş. Bu müsahibə verməlisən. Yox, bilirsiniz, indi belə mod çıxıb, əgər kişi boşanırsa, yayır hər yana ki, arvad belədir, tərbiyəsizdir, xəyanət eləyir, nə eləyir. Amma əvvəl belə yox idi. Əgər boşanırsa, papağın qoy başına çıxıb gedirdi və arvadın haqqında da heç nə danışmırdı ki, onu gör ki, onun uşaqları var. Və hal-hazırda Cabbar Musayev də məsələyə qarşı tərəflər dəyib bir-birinə və Cabbar Musayev də müsahibə verib ki, ümumiyyətlə biz onu öz nəslimizdən silmişik deyə, belə bir Musa Musayevdən silmişsən, televiziyada müsahibə verirdi ki, həmən Musa Musayev, gecə yuxuda da onu qısqanmışam. Mən özüm qulaqlarımla eşitmişəm və onlar haqqında bildiyim yeganə bir şeydir ki, Musa Musayevlə Qumral Musayevadır. Tərənə Qumral. Tərənə Qumral, bilmirəm. Çox gözəl, cüddiydi, mehriban, belə. Bəli. Və onlar da deyirdi ki, ər-arvad oturmuşdular, dedi ki, mən yuxuda da hətta Tərənə xanımı. Bizim də evdəki dedi ki, bax, görsən, xalqın kişiləri yuxuda da arvadların görür, sən heç gecə-gündüz evdə yox. Əstəğfurullah. Buyurun Əli bəy. Qadın, kişi, mən də həmişə dediyim kimi, 3 amil onları bir-birinə əbədi bağlayır. Böyük sevgi, məhəbbət, dostluq, sədaqət və sədaqət. Bu 3 amil olmalıdır. Amma böyük sədaqət və sədaqət. Yəni sədaqət 2 dəfə olmalıdır, yoxsa 3-cü yaddan çıxdı deyə sədaqət 2 dəfə dedi. Amma mən sizə bir həqiqəti deyim ki, bütün bu qadınlara, kişilərə aid deyil. İncəsənət aləmində çalışan qadınların, mən üzr istəyirəm, bu haqda Nizami Gəncəvi deyir, qadını sadiq olsa da onu xovla, oğru dost olsa da ağla. Orada elə incəliklər var ki, bu incəsənətə mən şübhə ilə yanaşıram. O düzgün deyil, mən razı deyiləm sizin üçün. Belə şey olar ki. Əli bəy, incəsənətin nəyinə şübhə yansın? İncəsənətdəki... Mən o Bir dəqiqə, Əli müəllim, bir dəqiqə, incəsənət bizim xalqımızı, bizim dövlətimizi başqa ölkələrdə tanıyır. Dünyada tanıdır. Amma Əli müəllim söyləmədi ki, hamıya şamil eləyir. Əli müəllim söylədi ki, ümumiyyətlə. Bəs nə oldu? İdeal ailə indi bu günləri... Azərbaycanı tanıdan nədir? İncəsənət xadimləri. Bugün deyirsiniz, şübhə ilə yanaşılan qadınlara. Düz deyil axı. İncəsənət sahəsində olan insanlar tanınır da, onlar haqqında tez danışılır. Məyər bura gələn adamların hansı incəsənət sahəsinin adamlarıdır? Biz gündə belə... Allahla tez-tez rastlaşırıq. Amma Əli müəllim söyləmədi ki, hamıya şamil eləyirəm. Mən dedim, hamıya yox. Hamıya yox. Qadınlar dedi, qadınlar. Buyurun, birincisi mən Azad Qadın Saati üçün onlardan müsahibə almaq istəyirdim, planlaşdırmışdım ki, örnək olaraq başqalarına belə bir uğurluq cütlük göstərim. Amma mən inanmıram, çünki bəzi kivlər, yəni ancaq burada şəxsən özünü dinlədikdə Təranə xanıma o zaman fikir bildirə bilərəm. Çünki inanmıram və əgər həqiqətən o kişi çıxıb bunu deyibsə, onda o xəyanətə haqq edir. Ona görə ki, onun uşaqları var. Mən bilən hələ sayı 3-dən çoxdur. O uşaqların... Hətta nəvələri olmalıdır. Hətta nəvələri olmalıdırsa, lap xəyanət görübsə də, bu açıqlamanı verməməlidir. Uşaqları xətrinə verməməlidir. Əslində elə Təranə xanım da bunu söylədi ki, o nahaq belə addım atıbdır. Fəxr ediləsi belə bir şeydir ki, biz nə bilirik ki, xəyanət eləyib? Biz nə bilirik? Onu bilmirik də. Bəs onda niyə ayrılırlar? Nə bilirik ki, Azərbaycan müsahibə özü deyil. Ər söylüyor bunu və ayrıldıqlarını təsdiq edən digər tərəfdə var və sən demə, ümumiyyətlə, çox uzun müddət imiş ki, rəsmən onlar nikahlarını pozdurublar.
və çox uzun müddət imiş. Amma həmişə də bir yerdə olurdular. Mənə sadəcə olaraq qaranlıq qalan başqa bir məqam oldu. Əslində bunu Araz Mançöhrə söyləsəydi ki, mən bu ayrı haqqında heç nə danışmaq istəmirəm. Mən onu başa düşərdim. Ən az ona görə ki, o bu sahənin ümumiyyətlə adamı deyil, amma qalan burada oturan adamlar hamısı məhz bu sahəyə bu və digər vasitə ilə formada biraz yaxın olan insanlardır və bilavasitə bunun içərisində olan insanlardır eyni zamanda. Araz bəy bu haqda danışmaq istəməsəydi, mən onu normal qəbul edərdim ki, hə, Araz bəy elm adamıdır, o ümumiyyətlə bu haqda ola bilsin ki, heç o iki adamın adını da bilmir və tanımırdı. Tamamilə düz deyirsiniz. Mən uzağam bu işlərdən. Mən bilmirəm kimdən söhbət gedir. Amma eyni zamanda sizə onu öz fikrimi çatdırmaq istəyirəm ki, hər halda nə də olubsa, nə də olub, düzdür, yalandır, düzdür, o başqa məsələ. Ancaq mən hesab edirəm ki, bunu belə açıqlamaq, bunu belə çıxartmaq üzrə o heç bir nə qadın tərəfindən, nə kişi tərəfindən düzgün hərəkət deyil. Əslində bunu açıqlamağı ilk olaraq kişi eləyib. Ailənin kişisi. Bəlkə onun adından kimsə eləyir. Zaur bəy, mən üzr istəyirəm. Musa iki tərəfli günahı var ki, onu eləyir. Hər halda. İki tərəfli Musa müəllim çox böyük. Musa bizim əzizimizdir. Xanım da böyük hörmətimiz var. Musa müəllim böyük səhv eləyib. Lazım idi bu məsələni ayrılıqda sakit həll eləyəydilər. Bunun nə dil biləydi, nə diş biləydi. Onsuz da bizim adımız bəddamdır. Lazım deyildi bunu reklam eləmək. Mən təqsiri Musa müəllimlə görürəm. Şok, şok, şok. İllərin cütlüyü ayrıldı. Müğənni Musa Musayev'dən keçmiş həyat yoldaşının ünvanına inanılmaz ittiham. Doğrudanmı Təranə Qumral ərinə xəyanət edib? Sonradan tapışırlar deyilməyinə. Onların ailə kimi durumur baxır. Mən 40 il bundan qabaq evlənmişəm. Yəni mənə onlar ayıbdır. Amma onlar falan qədər evlənənlər hərəsinin bir əri yolu, bir arvadı olur. Aydındır, aydındır. Birini bilirsiniz, birini bilmirsiniz. Aydındır, aydındır. Baxın, biz efirdəyik hal-hazırda. Baxın, müəllim, demək istəməsəniz də eşidilən məqamlar oldu, amma buyurun. Mən üzr istəyirəm sizdən. Siz bizi belə verilişdə danışdırmayın. Siz bizim üçün ayrıca bir kanallar olmayan, videoda çəkilməyən, sakit bir güşədə oturağın bir gün, bir sutkalab, oturağın, biz danışağın. Çox şeylər asılıyıq. Demək gizlində danışmaq istəyirsiniz Əli müəllim. Amma örtülü bazar dostluğu pozar. Biz deyirik ki, biz danışdıqlarımızdan əslində pisi göstərməklə bizdə pis var demək istəmirik. Pis və pisi təbliğ etmək istəmirik. Pisə bir yol göstərib, pisin o pis, hansı səbəblər pisi bu pis hala gətirib, hansı səbəblər insanı pis yola apara bilər, hansı hallarda hansı addımlar atmaq lazım idi ki, bugünə gəlib çatmasın və bugün o yolun başında, o pisin artıq gəlib biçdiyi bir pik məqam var. O yolun başında olan hansısa bir ailə, cütlük, insan, şəxsiyyət, fərd, kimsə varsa, o ibrət götürsün ki, bax, mən bu yoldayam, əslində mən də bu yolu gedirəm və pik olaraq gedib ora çata bilərəm. Ona görə də bu addımı atmayım. Yəni, yaxşını hardan öyrənir insan? Yaxşıya baxıb heç vaxt yaxşını öyrənmək çox nadir hallarda olur. Adətən pisin, o deyir, kimdən öyrəndim? Deyir, gözü çıxmış qardaşımdan öyrəndim. Yəni, bax, bizim verilişimizin əsas qayəsi də elə budur ki, o gözü çıxmış qardaşlardan, bacılardan öyrənək ki, yəni bu addımı bir daha atmayaq. Biz rayonlarımızdaydıq 2 gündür. Bugün səhər günorta saat 1-də biz Bakıya gəlib düşmüşük. 5-ci gündən, gecədən biz getmişik, tanıdım sənidən çıxıb getmişik. 6-cı gün, bazar günü və 1-ci gün bugün günorta saat 1-də gəlmişik. 6 rayonumuzda olmuşuq. Rayonlarımız gözəl və o qədər ideal yaşayan ailələr var. Mehriban ağsaqqalar, ağbirçəklər var, nənələr var. Hətta həyat yoldaşını itirib, övladlarını boya başa çatdırıb onlara ən yaxşı yerlərə yönlədən insanlar var, ailələr var. O demək deyil ki, bugün burada biz hansısa bir, deyək ki, bir axsaqlığı olan, bir problem olan ələni göstəriksə, hər şey bundan ibarət. Xeyr, Azərbaycanın o qədər gözəl ailələri, o qədər ideal ailələri var ki, biz onları sizə göstərəcəyik. Bugündən etibarən biz onları da sizə göstərəcəyik. Qısa anonslardan sonra isə reklamımız olacaq. Reklamdan dərhal sonra isə Almaz üçün Ucarda Eldar bəy, müğənnimiz Eldar bəy nə etdi və necə qarşılandıq, bunu görəcəksiniz. Şok, şok, şok. İllərin cütlüyü ayrıldı. Müğənni Musa Musayev'dən keçmiş həyat yoldaşının ünvanına inanılmaz ittiham. Doğrudanmı Təranə Qumral ərinə xəyanət edib?
Verilişin baş sponsoru Rolton, evimizin doğma dadı. Sponsorlar, doymak unları, sevdiklərinizə ləzzətli ağız dadı bəxş edin. Kral ət və ət məhsulları, adı kimi dadı var. Brothaus çörək evi, əsl Alman keyfiyyəti. Nərgiz klinikası, təbii üsullarla müalicə mərkəzi. Bioksen, saç tökülməsinin qarşısını alır. Femina, keyfiyyətə və qəz söz ola bilməz. Səhər açılarından taxıl sahəsindəyəm. Hava qaralana dək o ki var çalışıram. İş o qədərdir ki, vaxt güclə çatır. İşləməyən dişləməz deyirlər. Belə anlarda yalnız Rolton dadıma çatır. Dəmlədin, yedin, güc topladın, yenə də iş başına. Rolton, etibar eləmək olar. Doymak hamının istəyidir. Salam əziz tamaşaçılar. Bugün peşəkar ya da ki qeyri-peşəkar aşbazımız bizim süfrəmizi müxtəlif sosis məmulatlarından hazırlanan ən gözəl yeməklərlə bəzəyəcək. Çox zirək aşbazdır. Onu sizə təqdim edim. Əslində siz onu çox yaxşı tanıyırsınız. Qarşınızda Zaur Baxşəliyev. Zaur, bugün bizim üçün nə pişirəcəksən? Mən artıq bişirmişəm. Belə tez. Həm tez, həm asan, dadı da mükəmməl, adı üstündə qəlyanaltı halal sosisləri. Qəlyanaltı halal. Buyur, sən də al. 1648-ci ildə Almaniyada, Hamburg şəhərində Hari kompaniyası tərəfindən istehsal edilən un məmulatları və şirniyyat çeşidləri 362 ildir ki, sizinlədir. Müalicəvi əhəmiyyəti olan bu un məmulatları və şirniyyatları xüsusi şəraitdə olan nəqliyyat vasitəsilə birbaşa Almaniyadan Brothaus çörək evinə gətirilir. Brothaus, Alman keyfiyyəti. Ünvan Nizami küçəsi 78. Saç kökləri qıdalana bilmədiyi zaman zəifləyir və tökülür. Aparılan kliniki sınaqlar sübut etmişdir ki, Bioksen şampunun və serumun 2 ay istifadəsindən sonra iştirakçıların 90%-ında saç tökülməsinin qarşısı alınmış, 80%-ında saç artımı yüksəlmişdir. Bioksen, saçlarınız tökülməsin. Mən dəbdəbəni sevirəm. Qiymətli zinət əşyalarını da sevirəm. Ancaq hər şeydən çox əsl xəzləri sevirəm. Əsl xəzlər yalnız Femina xəzləri salonunda. Femina, bu mənim seçimimdir. Sədərəy Ticarət Mərkəzi, Femina Xəzləri Qalereyası. Bir yükləmədə paltarları Jotsu'da belə təmizləmək üçün nə qədər yucu toz lazımdır? Samsung ilə keçirdiyimiz testlər nəticəsində müəyyənləşdirdik ki, bu miqdar bir ölçü qabının tövsiyə edilən həcminə bərabərdir. Samsung Jotsu'da belə qüsursuz təmizlik üçün bir ölçü qabı Ariel tövsiyə edir. Ariel paketlərindəki qızılı ölçü qabını tap, 100 ədəd Samsung paltar yuyan maşınından birini qazan. Vellaton dayanıqlı muz boya ilə nəzarəti əlinizə alın və muz boyalar arasında misilsiz və uzun müddətli rəng parlaqlığına nail olun. Vellaton digər boyalardan daha tez həll olur. Dərhal nüfuz edərək rəngi saçı bərkidir. Saç rənginizə və nəticələrə nəzarət sizdə olsun. Mən ilk baxışdan gözəl görsənən bir çox dişlər görürəm. Diş əti cizgisinə fikir verənədək. İş orasındadır ki, diş əti cizgilərində yığılan ərb sizdə diş əti problemləri yarada bilər. Əslində bir çox insanın diş əti problemi var və onların bundan heç xəbəri də olmaya bilər. Buna görə mən Stanus kompleksli yeni Blendamed Pro Expert Klinik Lanzaşita Dösen diş məcununu tövsiyə edirəm. O, diş əti cizgisindəki ərpi yox etməyə kömək edir və 4 həftəyə diş əti vəziyyətinin yaxşılaşdırılması kliniki sübuta yetirilib. Yeni Blendamed Pro Expert Klinik Lanzaşita Dösen. Daha sağlam diş əti üçün. Ticarətin mərkəzi Azur, əyləncənin mərkəzi Megafan arzularınızı gerçəkləşdirməyə davam edir. Martın 22-sindən mayın 11-nədək Megafan əyləncə mərkəzində yüklədiyiniz hər 20 manatlıq kart, Azur ticarət mərkəzində hər 50 manatlıq alış-veriş, kafe və restoranlarda ödədiyiniz hər 20 manatlıq hesab sizi uduşlu lotereyanın iştirakçısı edərək bol-bol hədiyyələr, o cümlədən geniş ekranlı LED televizor, Dubaya 2 nəfərlik səyahət və ən əsası Suzuki
SX4 avtomobili qazanmaq şansı verir. Alış-veriş edin, eğlenin, qazanın. Bayrama bayram qatın. İsaac Newton, aşağı düş, mən hələ buradayam. Əl çək məndən. Dünyanın işləri yalnız səndən ibarət deyil. Əvvəllər belə deməzdin. Şu onda adi kəndi fizik idim. Cazibə qüvvəsi kəşf elədiyimdən bəri mən artıq ulduzam. Ay, bundan necə keçə bilərəm? Red Bull'usun da, Red Bull ruhunu əlini canlandırır. Mən uçuram. İndi o tarixə düşəcək. Red Bull qanadlandırır. Mənim körpəm günün əksər hissəsini bezdə keçirir. Ona görə mən yumşaq və onun həssas dərisini qoruyacaq bir bez axtarıram. Yeni Pampers Premium Care 5 ulduzlu dəri müdafiəsi ilə. Pambıq kimi yumşaqdır. Və bizim ən quru bezimiz olaraq körpənizi gün boyu müdafiə və rahatlıqla təmin edir. Yeni Pampers Premium Care ağ bağlamada bizim 5 ulduzlu dəri müdafiəsi ilə ən yaxşı bezimiz. İndi isə nəmlik indikatoru ilə. Qaşınma fikrinizi yayındırır, Evkalipt ekstraktlı yeni Head & Shoulders rahatladıcı qayğı şampununu sınayır. Onun formulu qaşınma əleyhinə mübarizə aparır və 100%-ədək kəpəyin qarşısını alır. Qaşınmanı unut. Yeni Head & Shoulders rahatladıcı qayğı. 100%-ədək qaşınmadan azad. 100%-ədək kəpəksiz. Onunla bütün yollar hər zaman daha güvəndə oldu. Hər şəraitdə komfort və inam hissi yaşatdı. Sürətli keçidlərdə təhlükəsizliyi, uzaq məsafələrdə rahatlığı, qəfil dönüşlərdə və ani manevrlərdə olduqca ehtiyatlılığı ilə tanındı. İnamla qət olunan yollar. Yeni Honda Accord 2013. Əfsanəvi güvənc. Honda, xəyalların gücü. Tərəvəti hiss et, yumuşaqlığa toxun. Xalçanın əsl təmizliyindən zövq al. Bu, yeni Vanish təmizlik və tərəvət ilə mümkündür. Xoşa gəlməz qoxunu aradan qaldırır və adi təmizliklə müqayisədə qopmuş kirləri 5 qat daha effektiv çıxarır. Xalçalar üçün Vanish. Bu təmizliyi hiss et, toxun və zövq al. Səhər 6-dan sükan arxasındayam. Artıq 10-cu çağırışdır. Hər saniyə nə isə ola bilər. Qarşıdan gələnin yoluna çıxırsan, bir onu eşidirsən ki, sür dostum, sür. Sirena çalır, mədə sovrulur. Belə anlarda yalnız Rolton köməyə gəlir. Rolton, etibar etmək olar. Qalibi meydanda tanı. Favorit və Cipsi Flamenco'nun duelinə bax. Bu axşam saat 21:30-da ən baxımlı kanal ATV-də. Qrup nömrə 1. Məşhur həyatı bir başqadır. Onlara bu şansı ver. Və biz davam edirik tamaşaçılar. Birazdan burada Tariyel müəllim var, o söhbət eləyəcək Şəfiqə xanımla. Daha sonra Hafiz və anasının söhbəti olacaqdır Şəfiqə xanımla. Eyni zamanda Azadənin balalarının aqibəti nə olacaq? Bütün bunların hamısını biləcəksiniz. Və Ucarlı Almazın Eldar necə sevindirdi. Biz onun qapısına getdik. Daha sonra çox məqamlar oldu. Biz Ağdaşa da getdik. Bacısı oğlunu saxlayan xanım var. Hansı ki, bacısı oğlunu imtina eləmişdi. Bax, o evə də getdik. Daha sonra Yevlaxda Kövsər anan bizə zəng etmişdi qızı Dilarə ilə bərabər 18 illik bir məhkəmələr, çəkişmələr, bərkişmələr, bilmirəm bu ayrılıqlar, bütün bunların hamısını qeyd elədik. Daha sonra biz Yevlaxda sonra hansı ailəyə getmişdik, yadından çıxdı artıq hamısı. Sonra Yevlaxda 2 çəkilişimiz oldu. Yox, bir çəkilişimiz oldu. Daha sonra Tərtərə getdik. Ərinin ölüm xəbərini bizdə eşidən Fəxriyyənin aqibəti necə olub? Yəni ki, daha sonra balalarından ayrılan Ayselin evinə getdik, Cəmilli kəndinə getdik, Ağkəndə, Təzəkəndə getdik və orada da Ayselgilin ailəsindən və qarşı tərəflə görüşdük. Hansı nəticələr əldə olundu və Şəfiqə xanım onunla da bağlı açıqlaması var. Ayselgilin ali məhkəmədə məhkəmə prosesi olacaq bir neçə gündən sonra və hansı nəticələr əldə olunubdur, bunların hamısını görəcəksiniz. Bu ailələrdə baş verənlər və o ailələrdən gətirdiyimiz xoş və naxoş olan xəbərləri sizə çatdıracağıq. Hal-hazırda isə mən sizə xoş olan şeylərdən danışmaq istəyirəm. Bu Rolton şorbalarıdır.
Siz hələ də açsınız və yemək hələ hazır deyil. Bu yerdə sizə tez hazırlanan rolton şorbaları lazımdır. Bir neçə dəqiqə ərzində isti naharınız hazır olacaq. Rolton sizə kartof püresi də təklif edir ki, onun da dadından doymaq mümkün deyil. Rolton bulyonunun tərkibində əsl ev tərəvəzləri var. Bu şorbalar çox tez hazırlanır. Süd, tərəvəz, un və müxtəlif ədviyyatların qarışığından hazırlanan rolton bulyonları əsl ev xörəyinin dadını verir. Rolton bulyonları ləzzətin adıdır. Rolton evimizin doğma dadıdır. Özünün boşqabı da var. Çox qəşəng, rahat, nəfis, gözəl. Adamın elə üzünə baxanda iştahı açılır. Odur ki, əziyyət çəkib çox yeməklər hazırlamağa ehtiyac yoxdur. Elə hazır məhsul olan, dəyərli qida olan rolton var sizin üçün. Odur ki, dadın, ləzzətindən də doymayacaqsınız. Doymaq unları bəyaz yumuşaq buğda unundan hazırlanan doymaq xəmir xörəklərini, şirniyyatları hazırlamaq və çörək bişirmək üçün əla başlanğıcdır. Doymaq unu məhsullarının dadından doymaq mümkün deyil. 1, 2 və 5 kiloqramlıq qablaşdırmada satılan doymaq unları yüksək keyfiyyətli məhsuludur. Doymaqdan istifadə edin və bişirdikləriniz yaxınlarınızın, sevdiklərinizin ürəyincə olsun. Doymaq unu əla növündür, belə vışşı. Ona görə də hər birinizə məsləhət görərdik ki, doymaq unundan istifadə edəsiniz. Təşəkkürümü bildirirəm Broadhouse çörəklərinə. 1688-ci ildən, 88-ci ildən istehsal olunur. 1688-ci ildən. Təsəvvür eləyin, mən hər dəfə bunu sizə vurğulayıram və yenə də demək istəyirəm. Çünki bu çörəyin keyfiyyətinə, bax elə buna yaxından da baxanda, belə üzərində olan o cadarlarına görürsünüz. Adam iştahlanır o cadarları görəndə. O qədər keyfiyyətli, o qədər dadlı, tamlı. Özdəki bütün avadanlıqlar da Almaniyadan gətirilib soğanlı çörək və bu çörəkdə artıq və əski olan heç nə yoxdur. Hər şey miqdarında və qədərindədir. Çörəyin bax belə gördüyünüz kimi dənli bitkilərdən hazırlanan çörəklər də var və bu dənli bitkilər yalnız və yalnız onun üzərində olan görüntülərdən ibarət deyil təkcə. Eyni zamanda tərkibində də bax bu dənli bitkilərdən var. Odur ki, hər birimizin mədə bağırsağına, həzm prosesinə çox böyük yardım edən bu çörəklərdən sizə dadmağı məsləhət görürük. 012 498 59 59 012 498 61 67. Təşəkkürümü bildirirəm Kral ət və ət məhsullarına. Mal ətindən və 82% kərə yağından hazırlanan Kral ət məhsullarının qəlyanaltı sosisləri alıcıların daimi seçiminə çevrilir. Kral ət və ət məhsullarının ləzzəti damaqdan getmir. Qəlyanaltı sosislərini alın, yeyin və bu məhsullar iştahı olmayanın iştahını artırır. Bir sözlə kral yeyin, ağzınızda da gəlsin. Ət və ət məhsulları kralların kralıdır və qəlyanaltı adı altında doktorska, lübiteska və qəlyanaltı servalatları kimi çeşidləri olan kral məhsulları süfrənizin bəzəyidir. Kral kimi tam halal kalbasa və sos məhsulları artıq sizin qarşınızdadır. Bax, gördüyünüz sosislərin tərkibində isə xırda-xırda yağ dənəcəkləri var. Bax, o yağ dənəcikləri adamın ağzında necə əriyirsə, deyirsən ki, ilahi, bir də dadım, elə bir də dadım. Kral yeyək, halal yeyək və donuz qripindən uzaq olaq. 012 498 92 82 və 052 122 85 12. Qısa bir anonsumuz var, əziz tamaşaçılar. Qısa anonsdan sonra isə verilişimizdə davam eləyəcək Azadənin balaları ilə bağlı və həmin gün verilişimizdən sonra nələr baş verdi və Şirxan hara getdi? Bugün Tariyel ata nə söyləyəcək Şirxan haqqında və gəlin Azadə haqqında və nəvələrin aqibəti necə olacaq? Buyurun, verin. Bəli, əziz tamaşaçılar, anonsda yəni ki, texniki qüsurlara görə üzr istəyirik sizdən. Səs eşidilmədi, amma bu bizim materialımız idi və mən istəyərdim ki, Hafizlə anasını, Hafizin özünü laf bura dəvət edeyim. Gəlin, Hafiz. Və yeri gəlmişkən hal-hazırda söyləyim ki, Musa Musayev də zəng vurub və açıqlaması veribmi artıq açıqlamanı? Alo, açıqlamanı veribmi Musa Musayev? Söylür ki, açıqlamanı verir bizim üçün Musa Musayev də. Nə üçün, hansı səbəbdən bu adımı atıb və... Aha. Və xanımın danışdığınız deyil, əgər danışıbsa, o zaman mənim də səsimi yazın söyləyib və mən də danışacam deyib.
və nələri danışacaq deyə bilmərəm. Hər halda birazdan onun da səsini eşidəcəyik, yoldaşının da səsini eşidəcəyik, hər birinin danışıqlarını eşidəcəyik və bildiyim qədərilə heç birisinin öz birinci ailəsi deyil bu ailələr. Hər birinin birinci öz ailələri olub, sonradan bunlar bir-birləri ilə birləşiblər və bugün də nəticə etibarilə bax belə bir aqibətlə rastlaşmışıq. Hafiz, Şəfqə xanım buradadır. Şəfqə xanım, Hafizgilin məsələsi ilə bağlı hansı addımlar atacağıq, nə edəcəyik? Yəni, Hafizgilin məsələsi ilə bağlı sənədləri versinlər mənə. Mən verəcəm məhkəməyə. Məhkəmədə atalığın qəbul olunma, müəyyən olunması ilə əlaqədar. Bizim verilişlə bağlı olan nələrsə lazımdır mı? Bəli, bir də ki, verilişdə o ki, atası gəlib dedi ki, bəli, mənim oğlumdur, mən qəbul edirəm, o mənə lazımdır ki, məhkəməyə təqdim edeyim onu. Şahin bəy, siz o gün buradaydınız bu məsələ olanda? Yox, mən birinci gün buradaydım, o kişinin bura gəlməsindən xəbərim Gəlməsindən xəbəriniz olmadı? Bəli. Amma gəldi sonra? Barışdı, verir. Yox, barışmadı. Mən axı Koroğludan stat gətirdim, o Koroğlu gedib, oğlu gedib onu tapıb, bazı bəndin görsədib və Koroğlu da sazın döşünə baxsıb və aşıq deyir ki, dəli Koroğlunun dəli könlü coşdu, dedi başına döndüyüm gül üzlü oğul. İndi oğlunu adını, familiyasını verməyən göydə olan Allah var, gətirir o adamı, elə bu oğula möhtac eləyir, indi deyir, get, yalvar. Belə şeyləri çox görmüşük, oğlum, başı ucad. Yəni, ata burada elə bir münasibət göstərdi ki, sanki az yaşlı, özü də az yaşlıdır, oğlu ilə həm yaşıddır. Elmira xan, buradaydınız da, sanki oğlu ilə həm yaşıddır. Bağlan müəllim, demək ki, ata uzun illər öncə övladını qoyub gedib, bax bu övladını qoyub gedib, üstündən 22 il keçib artıq və bu 22 yaşına gəlib çatan oğul öz soyadını istəyir atasından, ata isə vermir. Nə deyəsən? Onda ondan qabaq ata sözünü işlədirsiniz. Niyə işlədirsiniz ki? Demək, ata deyil, nə o? Yəni, dünyaya gətirən bir vasitə kimi deyim, nə deyim? Bioloji ata, bioloji ata. Dünyaya... Maketidir, maket. Maketdir, ata olaraq. Yox, elə deməyin də. Elə atasıdır, niyə şöyle qoy, familiyası da olsun. Burada nə motiv ola bilər ki, atasıdır, verməlidir ona soyadını, onun borcu verməlidir. Dünyaya belə oğul gətirib. Yaxşı, verirəm mikrofonu sizə. Buyurun, buyurun, Əli bəy, danışın. Sabah bu oğlan bizə lazım olacaq. Ola bilsin ki, sabah bir general olacaq, bir ordunun başında duracaq. Ola bilsin ki, Azərbaycanın torpağının, vətənin qeyrətini çəkən bir oğul olacaq. Və o kişinin də belindən gəlib. Nəyə görə o kişi öz soyadını bu cür oğlana vermir? Nəyə? Dünyaya gətirmirsən, ver də soyadını buna. Bir dəqiqə üzr istəyirəm. Bir dəqiqə sizdən üzr istəyirəm. Üzr istəyirəm bir dəqiqə sizdən. Siz bir dənə söz söylədiniz. Dediniz ki, hara getsə atasıdır, düzdürmü? Mən onunla razıyam. Yəni ki, o hamı bilir, efirdə bir özü də təsdiq edir. Amma o qaldı ki, ata oğula mən sizdən bir kiçikəm də yəqin ki, soruşmaq istəyirəm. Ata özü pərdə arxasında oturub, ana ilə oğul burada, üzü açıq 9 milyon əhalinin qarşısında və bu yoldaşların qarşısında oturmuşuq. Ata da orada pərdə arxasında oğula deyərmi ki, bu boyda cahla. Onlar mələk simasında maska altında gizləniblər. Ata bu sözü oğula deyər. Siz öz evladınıza deyərsiniz bu sözü. Kim biz maska altındayız? Yox, yox. Ata orada oturmuşdu, birinci çıxmırdı bura. Və o necə atadır, ona necə ata deyirsin? Bizim orada otağımız vardı, oradaydı və oradan söylədi. Qızımsan, mənim gözümün nuru. Atadır, anadır. Bu seçilmir də, bunu Allah. Mən dediyim odur. Oğlum, familiyanı al, Şəfqə bacın sənə kömək eləyəcək. Atağın adını da al və mən olmaram onun sənə işi düşməsə. Allah sənin qapı onu gətirməsə. Bax, onda oğul kimi intiqam alma, bala. Mən ona kömək eləyərəm. Eləyərsin. Bax, bu... Mənə də elə gəlir ki, haradasa bu möhtaclıq olacaq. Siz, bağlamam, hər dəfə bu analardan, atalardan o qədər belə yanıqlı, ürək yanğısıyla, sevgiyle, həvəslə, coşquyla oxuyursunuz ki, hətta bir dəfə tanıdım sənin də belə ana haqqında oxuduğunuz o mahnı, bilmirəm, hər kəsi titrətdi, hər kəsin ürəyini titrətdi və uzun illərdir bu belədir. Və həmin o xatırlatmaya, bunlarla bağlı xatırlatmaya baxa bilərik mi hal-hazırda? O zaman baxaq birlikdə, sonra Bağlıqlan mənim fikirlərini söyləyəcək. Aydındır, gələcək. Buyurun, Bağlıqlan mənim. Biz həmişə mahnılarımızda ataların dilindən övladlara tərbiyə vermişik. Əksər oxuduğumuz qəzəllər belədir. Oğlum, mən müqəddəs bildim atanı. Oxuyanda dedik ki, belə gedir. Amma heç vaxt görməmişəm ki, oğul ataya tərbiyə versin, desin ki,
sən mənə adını ver, atasan. Bu qəribə şeydir. Məsələn, biz həmişə istəyirik ki, qoy ağsaqqal öz uşağına yol göstərsin, qoy uşağına təsir eləsin. Oğlum, bunu eləmə, eyb yoxdur. Hər nədir problemdir, adını verməyə nə var ki? İndi mən o boyda kişiyə nə deyim? Deyim ki, sən adını ver ona. Əslində bunun kökündə daha ağır məsələlər dayanır və daha təhlükəli məsələlər dayanır və bu hal-hazırda cəmiyyətin, belə deyək də, probleminə çevrilmiş məsələlər dayanır. Bunun kökündə dayanan məsələlərdən biri erkən nigahdır. Bunun kökündə dayanan məsələlərdən biri nigah müqaviləsinin imzalanmamasıdır. Bunun kökündə dayanan məsələlərdən biri insanların savadsızlıqları və rəsmi nigaha girməməkləridir. Təsəvvür edirsiniz, bu qədər. Aynur xanım, yəqin ki, saytınızda, ya bilmirəm, belə məsələlərdən yazılırmı, deyilirmi? Xanımın nikahı olsaydı, indi rəsmi nikahı olsaydı, bugün bu problem olmazdı. Amma təəssüf ki, hal-hazırda bu qədər verilişlər gedir, 21-ci əsrdir və bu problem hələ də davam edir. Hətta mən bəzilərindən eşitmişdim ki, ailələr var ki, qız niyə nikaha razı olmur? Ata-ana deyir ki, qoy hələ bir gəlsin, görək bu nətər qızdır. Bəlkə elə boşayacaq, boşuna niyə nikaha salılır? Yəni, görün, bu cür atalar deyir, valideyn. Amma ki, yaxşı, bunu deyir, oğul tərəf deyir, oğlan tərəf deyir. Və bu qızın valideynləri hara baxır? Amma mən elə deməzdim. Mən deyərdim ki, Zaur, bəzi ailələr var ki, qız gəlir, 16-15 yaşına, 17 yaşına çatır, deyir ki, mənim qızım alan olmayacaq. Çalışır ki, qızı ərə geçsin. Əslində, bax, biz dünən idi, deməli, mən istəyərdim ki, Araz bəy də bu məsələyə öz fikirlərini bildirsin. Yəni, ən azı bir psixiatr kimi, bilmirəm, psixolog kimi, bunlar fərqlidirlər, amma hər halda ən azı bir-birlərinə yaxındırlar da. Bax, bir neçə gün bundan öncə, biz dünən çəkilişdə olanda Ağdaşlı bir ailə bir-birindən ayrılıb, yəni onların da, deyək ki, rəsmi nigahları amma var. Amma ata, valideyn, övladın yanında o qədər əxlaqsız ifadələr, təhqirlər, söyüşlər, ananı təhqir, övladı təhqir, özdə qısqanclıq zəminində yalanan məsələlər, ortada əgər heç bir şey yoxdursa da belə atanın qısqanclığından doğan məsələlər və ana artıq 15 yaşına çatmış qızını ərə verir. Yəni, uşağınsa psixologiyası tamamilə pozulub. Bunu bir neçə dəqiqədən sonra, bir neçə gündən sonra daha doğrusu biz sizə təqdim eləyəcəyik. Uşağın da psixologiyası tamam pozulubdur. Yəni, bilavasitə bu şeylər uşağın psixologiyasına təsir eləyir də ailədə. Əlbəttə, əlbəttə. Başıma dönüm sənin, qızım, yəni zaks olmayıb, aydındır, yəni kəbin də olmayıb. Heç nə. Kəbin var, yəni Allahın adı ilə başlanan kağız var. Bəli, kəbin kağızı o vaxt onun rəhmətli anasında qalır. Nə həll edir ki o? Hər şey. Biz axı dünyəvi dövlət. Olsun dünyəvi dövlət. Məndə o Allahın o kəbin gəlsin, xilas eləsin. Biz o bizə lazım, demirik lazım deyil. Hüquq münasibətləri nigah qeydiyyatdan keçdikdən gəlir. Başıma dönərəm, oğlum, Hacı əmin sənə gör nə deyir. Kəbini var mamon. Yəni deyir, halaldır da, halallıq. Aynur xanım, sizin dediyiniz sualı, yəni o gün burada Nadir müəllim də verdi. Mən ona da dedim bu sözü. Yəni deyirəm, siz də məndən inciməyin, yəni bu suala görə. Mən bu dəqiqə, bu oğlumun 22 yaşı var, bir evladı var, yəni burada görüblər də. Üzr istəyirəm, ikinci evladı dünyaya gələcək. Bu oğlun dalında, arxasında dayanan ana var. Mən özümü öyünmürəm. Qaldı ki, mən oğlumu nişanlayandan sonra, mən apardım oğlumu, sumkamdadır, bax, burada sənətlər. Mən oğluma yenə üzr istəyirəm. Oğlumla gəlinimi sənətlərini apardım, bacımla bərabər. Şirvan şəhərində. Onların birinci zaksdan qabaq kəbinlərini kəstirdim ki, qoy oğlum üzr istəyirəm. Bəlkə nişanlısı da əlindən tutacaq, qoy halallıq olsun. Sonra da apardım. Aydındır, biz hüquqi və dünyada bir dövlətdə yaşayırıq. Mən kiməm ki? Eşidirsiniz məni? Siz nətərdir? Ayrı yerə yozdunuz, onu. Mən nə demək istəyirəm? Başa düşürəm. Mənim ürəyimdə bir sakitlik oldu ki, mən dediyim, oğlum, elə olacaq. Allahın adı ilə başlayan sənət varsa, kəbin varsa, mütləq o sənin atandır və o mütləq də yox dediyinə görə elə sənə möhtac olunur. Yəni, buyurun Aras bəy. Mənim bir sualım var, mən bilmirəm, bəlkə keçən verilişdə bu sual canlanıb, ancaq bir sualım var. Bu familiya nəyə görə lazımdır? Nə məqsədir? Familiya nəyə görə lazımdır? Öz familiyası yoxdur indi. Soyad. İndi ananın adını götürüb, ananın familiyasını götürüb daha doğrusu. Onun uşaqları var. O kişidir. Sabah o uşaqlar soruşmayacaqlarmı ki? Familiyası var. Familiya ana ilə gedir də. Elə bil ki, ata yox kimidir. Familiyası var. Gəlin o zaman Araz bəyin verdiyi sualın bəlkə də ürəyində öz cavabı var. Məhz ona rəğmən bir sual vermək istəyirəm. Siz sabah bu soyadı götürdükdən sonra Habildən maddi təzminat istəmək fikriniz varmı? Zar müəllim, niyə də istəməsinlər? Yox, mən soruşuram sadəcə. Niyə də istəməsinlər? Yox, niyəsini demirəm, mən deyirəm varmı? Mən demirəm niyə istəməsinlər. Bir də sual verim, siz cavaba görə mən də
fikrimi üzr istəyirəm. bildirəcəm. Yəni o barədə mən o gün bir ifadə işlətdim burada ki, mən oğlumu elə saxlamışam. Aydındır. O zaman Yəni, reklamların onu özü vaxtıdır. bilər. Çox üzr istəyirəm. Reklamların vaxtıdır hal-hazırda. Reklamlardan sonra dərhal bu suala cavab veriləcək və Şəfiqə xanımda bununla bağlı açıqlaması olacaq. Mütləq. Və reklamlardan dərhal sonra Musa Musayev studiyamıza zəng vurdu. Həyat yoldaşı ilə, keçmiş həyat yoldaşı ilə artıq belə demək olar, bağlı hansı şok açıqlamaları bizə söylədi, birazdan ümidvarda görəcəksiniz. Verilişin baş sponsoru Rolton, evimizin doğma dadı. Sponsorlar, doyma kunları, sevdiklərinizə ləzzətli ağız dadı bəxş edin. Kral ət və ət məhsulları, adı kimi dadı var. Brothaus çörək evi, əsl Alman keyfiyyəti. Nərgiz klinikası, təbii üsullarla müalicə mərkəzi. Bioksen, saç tökülməsinin qarşısını alır. Femina, keyfiyyətə və gözəlliyə söz ola bilməz. Səhər 6-dan sükan arxasındayam. Artıq 10-cu çağırışdır. Hər saniyə nə isə ola bilər. Qarşıdan gələnin yoluna çıxırsan, bir onu eşidirsən ki, sürə dostum, sür. Sirena çalır, mədə sovrulur. Belə anlarda yalnız Rolton köməyə gəlir. Rolton, etibar etmək olar. Saç kökləri qıdalana bilmədiyi zaman zəifləyir və tökülür. Aparılan kliniki sınaqlar sübut etmişdir ki, Bioksen şampunun və serumun 2 ay istifadəsindən sonra iştirakçıların 90%-ında saç tökülməsinin qarşısı alınmış, 80%-də saç artımı yüksəlmişdir. Bioksen, saçlarınız tökülməsin. Qadınlar atmaq istəyir. Çəki atmaq. Doğadan formun yeni çeşidləri ilə mükəmməl bədənə sahib olun. Yayı gözəl qamətlə qarşılayın. Doğadan. Baksel'den daha bir faydalı teklif. Saniyede 21 megabit'e kadar sürati olan yeni nesil limitsiz internet. Ayda cəmi 9 manata. Sürət, hədləri aşan internet. Tıqqıldatmağa son qoy və təraşa başla. Gillette Blue 3. Onun aralı ülgüclü və asan yola bilən forması daha asan təraş üçün səni daha təmiz ülgüclərlə təmin edir. Tıqqıldatmağa son. Gillette Blue 3. Bir dəfəlik və yeni, daha sərfəli sistem ülgüc şəklində əldə edə bilərsən. Artıq hər dəfə dəstək üçün pul ödəməyə ehtiyac yoxdur. Ayten. Burada. Sen hüquqşünas ol. Bəli. Murad. Burada. Sen mühəndis ol. Nicat isə həkim olsun. Nicat. Hətta bir gün məktəbə getmədikdə övladınız dərslərindən geri qalır. Mikroblar asanlıqla bir uşaqdan başqasına keçir. Kliniki tədqiqatlar sübut edib ki, Safeguard bir yumada bakteriyaların 99... Snickers. Aclıq güc gələndə sən o sən deyilsən. Dayanma, Snickers'lə. Mühüm məqamları sadə yolla çatdırıram. Ən yaxşısını seçə bilirəm. Hər zaman ən uyğun olanı tapıram. Gözümdən heç nə qaçmaz. Yeni Klas. İndeksel paketində sadəcə 10 manata. Ölkə daxili 250 dəqiqə, 250 SMS, 250 megabayt internet. Özünüzə uyğun Klas paketini seçin. Onlar kimi. Baksel, Ulduzlar Liqasına qoşulun. Galina Blanka ilə qayğısız yay. Aprelin 15-dən mayın 31-nə dək 5 ədəd Galina Blanka kubikini alıb lotereyada iştirak edin və Antalyaya 2 nəfərə bir həftəlik səyahət paketi qazanın. Galina Blanka, mətbəxi çimərliyə dəyiş. Ətraflı məlumat üçün 538-0148 nömrəsinə zəng edin.
Kaspia Abituriyent Azərbaycan və Rus bölmələrində oxuyan 8-ci, 9-cu, 10-cu sinif şagirdlərini bütün ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarına dəvət edir. İmtahan tarixi 28 aprel. Qəbul imtahanında iştirak etməklə siz ödənişsiz təhsil almaqla yanaşı, təqaüd almaq və güzəştli şərtlərlə təhsil almaq imkanını əldə edirsiniz. Kaspia Abituriyent sabahın prezident təqaüdçülərini bu gündən hazırlayır. Qeydiyyat Kaspi Təhsil Mərkəzinin Elmlər və Əhmədli filiallarında aparılır. Son qeydiyyat tarixi 25 aprel. Nescafe artıq 75 ildir ki, hər səhəri xeyirli edirik. İnsanlar sıfırı niye sevirlər? Anar ve Gülnar üçün sıfır qış keyfi deməkdir. Nigar və Leyla üçün isə formada qalmaq. Cavid sıfırı asan olduğu üçün xoşlayır. Sıfırı hamı sevir. Çünkü o daha çok ünsiyyət imkanı verir. Nardan yeni sıfır tarifi. Sadece küçük bağlantı hakkı öde ve 3 dəqiqə pulsuz danış. Tarifə qoşulmaq üçün 0 yaz 777'ye gönder. Biz sıfırı sevirik. Saç kökləri qidalanı bilmədiyi zaman zəifləyir və tökülür. Aparılan kliniki sınaqlar sübut etmişdir ki, Bioxen şampunun və serumun 2 ay istifadəsindən sonra iştirakçıların 90%-ında saç tökülməsinin qarşısı alınmış, 80%-ində saç artımı yüksəlmişdir. Bioxen, saçlarınız tökülməsin. Səhər açılarından taxıl sahəsindəyəm. Hava qaralana dək o ki var çalışıram. İş o qədərdir ki, vaxt güclə çatır. İşləməyən dişləməz deyirlər. Belə anlarda yalnız Rolton dadıma çatır. Dəmlədin, yedin, güc topladın, yenə də iş başına. Rolton, etibar eləmək olar. Almaz xanım şikayət eləyirdi ki, qardaşımla bir evdə yaşaya bilmirəm və qardaşım məni evə buraxmır deyə. Müğənnimiz Eldar bəy də ümidvar verilişində söz verdi ki, mən bu daşı, qumu gətirəcəm və gətirdik və indi gedirik Almaz xanımgilin evinə. Ucardayıq hal-hazırda. Bura Almaz xanımın qapısıdır. Bizim ümidvar verilişində söz verdiyi kimi bir maşın qum, bir maşın daş, daşın yarısı da gəlir, sement də gələcək. Almaz xanıma söz vermiş ki, qapısına gətirəcəyik. Çox sağ olun. Ən azından bir atanın, ananın evlatlarıdır. Biz istəməzdik ki, qardaşla bacının arasına hörgü çəkilsin, barı çəkilsin, hasar çəkilsin. Bəli, biz bunu istəməzdik. Amma nə yazıq ki, qardaş da, bacı da bunu istəyirdi. Daha doğrusu qardaş istəmirdi. Açıq deyəcəm. Qardaş da istəmirdi, qardaşın yoldaşı da istəmirdi, bacı istəyirdi. İstəyirdi ki, əslində o məhlə 5də 3 hissəsi qardaşa verilib məhkəmə yolu ilə. Bəli, həm məhkəmə yolu ilə də artıq gəlib təsdiqlənib, 5də 2 hissəsi isə bacıya düşür. Sadəcə olaraq bizə dedilər ki, bu hissəni də gəlin tapın. Valla mən o hissəni o məhlədə tapa bilməzdim. Ona görə də yəni qardaşla bacının arasına belə bir sərhəddi çəkmək biz heç arzulamazdıq. Amma biz 18 illik bir ayrılığa demək olar ki, son qoymuşuq. 18 ildən sonra ananı balıya qovuşturmuşuq. Onlar hər ikisi də rayondaydılar. Heç kim itməmişdi, heç kim heç ara getməmişdi. Sadəcə olaraq aralarında bir soyuq müharibə gedirdi və bir cümlə, bir xoş sözə ehtiyac var idi. Bir xoş sözə ehtiyac var idi. O bariyeri aşmaq üçün bir kəlməyə ehtiyac var idi ana-bala arasında. Araz bəy, təsəvvür edirsiniz, bircə bariyer ki, qurban olun, məni bağışla, səhv eləmişəm. Bu cümləyə ehtiyac var idi. Və bu cümləni dedizdirəndən sonra artıq hər şey həll olundu. Hər şey. 83 yaşlı bir ananı oğluyla görüşdürdük, qovuşdurduq və apardıq, evlərinə yığdıq.
bundan Şəfqə xanımda xəbəri var. Çünki o işdə mənə müraciət eləmişdilər. Artıq 10 il idi. Sizin nailiyyətləriniz var idi orada. Bəli. Mən demək kompensasiya vermək yolu ilə o oğlu evdən çıxartdırırdım. İş bizim xeyrimizə olmuşdu. İndi ola bilər ki, orada da nəsə təsirini göstərdi o. Çünki oğul mülkiyyətçi ana idi, ana öz evinə girə bilmirdi. Əslində başqa səbəblər var idi orada. Girə bilməməyinin ayrı səbəbləri var idi. Amma mənə açıqlamamışdılar. Hə, siz açıqlamamışdılar. Siz qanunla, hüquqi yolla məsələni həll etmişdiniz. Evə köçürülmə var idi və daha doğrusu yəni ananın evə qayıtması təsdiqlənmişdi. Onların çıxarılması var idi və 8000 manat təzminat ödədilməsi var idi. Amma nə xoş bizlərə ki, bütün bunların hamısını biz, siz hüquqi yolla həll eləyəndən sonra biz də insani və sülh yolla mənəvi müstəvidə həll eləyib bir çox şeylərə nail olduq. Şükürlər olsun. Şükürlər olsun və hal-hazırda Habilin sujetini sizə təqdim eləyəcək. O söz vermişdi ki, gələcək və görməyənlər də görsün ki, ata vermişdən sonra oğlu haqqında nələr söylədi. Baxa bilirikmi? Varsa, niye koyduğunu üzür istəyirəm sənə? 9 milyon xalqımdan üzür istəyirəm. Niye qardaşımın evində məndən ailəni yiyelim? Deyirdi ki, sən mənim yeni ailəmsən. Hamı gördü ki, kim burada haqlıdır, kim haqsızdır. Bayaq orada bizim o Ağbirçək qadın bir söz dedi ki, ailədə qürur, təkəbbür olanda o təkəbbürü, o məhəbbəti qılınclayır təkəbbür. Bir zaman sizin aranızda məhəbbət olub. Nəticəsi var, övlad gətirmişsiniz dünyaya. Deməli, qarşılıqlı hissiyat olub. O qadındır, o, sən kişisən, sən biraz güzəşdə ged. Mən xahiş edirəm, övladınızın xatirinə siz biraz da böyük ürəkli olun və gec-tez o övladı biz yumşaltmalıyıq ki, başa salmalıyıq ki, atadır, sən ged atanın qarşısında əyil, atanın əlindən öpkünən lazımdırsa, çünki Allahdan sonra onun yaradıcısı valideyndir. İşini gücünü atıb o boyda ölkə basa-basa gəlib bura ki, övladının xatirinə gəlib. İminin sənin xatirinə gəlib. Mən ana familiyasından niyə gedim? Mən bugün gözləyirdim ki, o atası efirdə içəri girəndə, oğlum duracaq, atasına sarılacaq, atası da ona sarılacaq və ya atasının nəvəsini götürəcək qucağına. Baba, ata, bu oğul, vermə buna, mənim günahım vermə. Ayrılmışsınızsa da Allah canınızı salamat eləsin. Amma hörmətinizi bir-birinizə qarşı saxlayın. Qardaşım, Hafiz, bu söhbət çox uzanacaq. İlk adımı sən kişiysən, sən at, eyb yox. Get atanla əl tutuş görüş. Başqa söhbət ola bilmir. Yox, Allah'ım. Sizin evladınızdır. Bərəkədən bulsun, yox, yox. Sənin qanundur o, sənin genindir o. İdi. Sən ona heç yer ata bilməsən. İdi, düşünmədə kimi. Söhbəti var idi. İki dənə ağsaqqalla gələrdi, qarasaqqalla gələrdi mənim qapıma. Deyərdi ki, ata vəziyyət bu yerdədir. Hamiləsin sən, niyə? Niyə? Nə etsin mənə? Sonra gəlsin ki, bu boyda yüz çıxardırsın ki, evə şərik, hə? Şok! İllərin cütlüyü ayrıldı. Müğənni Musa Musayev'dən keçmiş həyat yoldaşının ünvanına inanılmaz ittiham. Doğrudanmı Təranə Qumral ərinə xəyanət edib? Cümə günü verilişdən sonra yaşananlar inanılmazdı. Əmir Aslanovlar ailəsi bir-birinə dəydi. Tariyel Əmir Aslanov oğlunun ailəsini dağıdan Səfura Səmədovaya nələr dedi? Ana öz qızı və kürəkəni tərəfindən vəhşicəsinə döyüldü. Ümidvara üst tutan Sitarə Səfərovanın başına gələnlər. Birazdan əri ölən Gülnarə İsayeva doğrudanmı qaynı ilə ailə qurmaq istəyir? Gülnarənin qaynatası Şahlar Rızayev ümidvara üst tutdu. Gözü yaşlı qoca daha nələr danışacaq? Bütün bunlar birazdan Ümidvarda.
bütün bunlar hamısı ümidvarda olacaq və atanın dediklərini eşitdiniz. Bəli. Ata deyir ki, mən ona soyadımı verə bilmərəm, məndən ev istəyəcək. Amma mən demək istəyirəm, gör ata nəyə fikirləşir? Dayı demir ki, mən bu insanı, bu evladımı dünyaya gətirdim. Bəlkə bu ana da olmayaydı. Onun başına nələr gələcəkdi həyatda. Mən sadəcə demək istəyirəm ki, bizim Azərbaycanda yaşayırıq. Bizim xalqımızın özünün adət-ənənələri var. Və məsələ ondan ibarətdir ki, bugün, bir ayaqda dedim, indi də deyirəm, əgər bugün soyad qəbul olunmazsa, belə çıxır ki, bu, deməli, keçmişdə mat-adinoçka deyirdilər, tək ana. Tək ana kimi gedir bu. Amma Azərbaycanda tək ana anlayışı yoxdur. Tək ana anlayışı bizdə yoxdur. Yəni, belə çıxır ki, sabah bunun uşaqları var. O uşaqlar böyüyəcək və deyəcəklər ki, sən yaxşı atasansa, bəs onda sən niyə ananın familiyası soyadı ilə gedirsən? Amma bütün bunlardan da əlavə. Mən bu fikirlə razılaşmıram. Biz elə cəmiyyətin düşüncələrinə falan kəsinə deyəcək. Bir cəmiyyətlə kimə deyəcək? Necə onda hər bir qadın bir dənə uşaq olub atmalıdır. Mənim soyadım heç baxan yoxdur. Qulaq asmanı. Hər bir qadın bir dənə uşaq doğub atmalıdır. Atası bilinməməlidir uşağın. Uşağın atası bilinməlidir. Demək istəyirəm ki, 22 ildir bu nikah ana familiyasından yaşayır soyadı ilə. 22 ildən sonra yaşamasa nə olacaq? Hərə. Öz bildiyi qədər, həyata münasibəti qədər ona fikir söylüyor. Aydındır. Aynur xanım, sözlər... Şəfqə mən sizə bir söz deyim. Mən baxırdım bu saat bu Habilə. Habil dadılar. Valla mən də küçə uşağıyam. Belə Bakıda böyümüşəm şəhərdə. Yox, demək istəyirəm, yəni meydan uşağı. Bu yaxşı oğlan oxşayır. Bax, sevinib, oğlu olanda öz adına uyğun qoyub, Hafiz. Bəlkə ona bir başqa aspektdən yaxınlaşaq. Kim qoyub? Sizə bir dənə sual. Bəlkə deyilən bir başqa aspektdən deyək ona, deyək ki, ay Habil, sən yaxşı... Araz bəy, bayaqdan bir sual vermək istəyir. Mənə sual verin. Atanın hüququ var, familiyasını verməsin, yoxsa yox? Yox, məsələ ondadır ki, ata burada elan elədi ki, o mənim evladımdır. Ancaq soyadımı vermirəm. Hüququ var. Əgər ata qəbul eləyirsə ki, onun evladıdır, o soyadını verməlidir. Qanunla soyadını verməlidir. Yox, qanunla verməlidir. Deməli, qanunla buna nail olmaq olur. Deməli, bu işi qanuni surətdə... Bəs biz nə inəyəcəyik? Biz də qanunla Vəssalam. Bəli, biz bunu eləyəcəyik. Sadəcə olaraq indi nə etməlidir o addımları fikirləşəcəyik. Amma o ki qaldı... Buyurun, bağlı mən, bəli. Heç Habil özü razı olmamalıdır ki, onun belindən gələn oğlan arvad familiyası daşır. Bəli. Qeyrət namus məsələsi var. Bəli, amma bir məqam var. Burada hamı soruşur ki, hətta Şamil bəy də söylədi, Aynur xanım da söylədi ki, 22 ilə gəl o soyadla yaşamısansa, indən sonra o soyad sənə lazımdırmı? Bəli, lazımdır. Mən onu öz bildiyim kimi açıqlamasını verə bilərəm. Bu, heç bir kişiyə haqq vermir ki, hər dərədə, hər evdə, hər rayonda, hər kənddə bir qadınla ünsiyyətə girib, bir övlad dünyaya gətizdirib, məsuliyyətini boynuna atıb çıxsın, getsin. Bu, ona məsuliyyəti boynuna qoymaqdan ötürdür və başqa kişilərə örnəkdir ki, sabah belə addımlar atmayın. Bu, ona görə də o soyadını qanunla dosa almalıdır. Zahir bəy, mən o kişiyə baxdım, əsəbləşməmək mümkün deyil və hətta indi bu dəqiqə mən başqa yöndən dedim ki, yəni qadın ondan ötəri nə qürurunu alçatmasın, nə göz yaş döyməsin, nə əsəb, bu yöndən dedim. Amma o kişiyə baxanda mən deyirəm ki, inada soyadı alın. O kişiyə qalib, yəni ən azından qalibiyyətini bildirmək üçün. Kişi işini, gücünü atıb gəlibdir. Mən başa düşmürəm. Niyə də atıb gəlməsin? Amma başqa bir məqam var. Kişi mənə verilişdən öncə söyləmişdi ki, mənim başqa işim var idi burada. Bilmirəm, indi alış-verişi ilə mi bağlıdır, nə ilə mi bağlıdır, biznesi ilə mi bağlıdır, nə ilənsə işim var idi, ona görə gəlmişdim. Dedim, zadno, belə, zadno bu məsələ ilə də bağlı açıqlamalarımı verim. Yəni, özünün dediyi kimi deyirəm, yeri gəlmişkən bu məsələ ilə bağlı da, yeri gəlmişkən və başqaları sırasında. Yəni, bu belə bir ayrılaşdır. Mən buna bir dənə əlavə eləmək istəyirəm. Siz qədim folklordan, qədim Azərbaycan nağıllardan, İbrahimin nağılından, Rüstəm Zaldan, Koroğludan və bütün dünya klassiklərindən yaranan insanlar öz övladları axtarır, atalarını tapır və onun atası ilə tanışır. Bu real həyat hal-hazırda, mən çox uzun istəyirəm Əli bəy, hal-hazırda Günel Bəhram qızının təqdimatında ATV Xəbər olacaq. ATV Xəbərdən sonra isə dərhal Ümid Vardayev və Təranə Qumralla Musa Musayevin öz şəxsən ağızlarından verdikləri ifadələri ilk olaraq və yeganə olaraq bəlkə də ATV-də Ümid Varda baxacaqsınız. Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var. Vətənə!
Axşamınız xeyir. Ölkədə və dünyada baş verən ən son xəbərlərin təqdimatı ilə efirdə ATV xəbərin saat 18 olan buraxılışı studiyada Günel Bəhram qızıdır. Əvvəlcə saatın əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Azərbaycanı heç kəs heç nəyə məcbur edə bilməz. Prezident İlham Əliyev Rusiya 24 telekanalına müsahibəsində Qəbələ radiolokasiya stansiyasından danışdı. Qahirə məhkəməsi Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin azadlığa buraxılmasına qərar verdi. İmişlidə baş verən dəhşətli yol qəzasında 4 nəfər hadisə yerində öldü. Yazın ortasında qış havası sabahdan Azərbaycanda havalar kəskin soyuyacaq, bəzi ərazilərdə qar yağacaq. Və daha ətraflı Prezident İlham Əliyev Rusiya 24 telekanalının Vesti v Subotu verilişinin aparıcısı Sergey Brilova müsahibə verib. Qəbələdəki Rusiya radiolokasiya stansiyasının işçi heyətinin Azərbaycanı tərk etməsi ilə bağlı jurnalistin sualını cavablandıran dövlət başçısı qeyd edib ki, turizm mərkəzi olan Qəbələdə 300 hektarlıq ərazinin obyektə görə icarə ödənişi reallığa uyğun olmalıydı. Bu vaxta qədər isə mövcud qiymət rəmzi xarakter daşıyıb deyən prezident vurğulayıb ki, Azərbaycanın regionda həyata keçirməyə çalışdığı təşəbbüslər və təşəbbüslərə qarşı hərəkətləri göstərir ki, ölkəni heç kəs heç nəyə məcbur edə bilməz. İcarə haqqının artırılması istəyi onunla əsaslandırılır ki, son 5-6 il ərzində Azərbaycanla Rusiya arasında hərbi texniki əməkdaşlıqda böyük irəliləyiş nəzərə çarpırdı. Bu haqq hesab milyard dollarla hesablanırdı. Nə 1, nə 2, nə 3, nə 4 milyard dollar. Mən artıq gerçəkləşmiş və imzalanmış müqavilələrin sayını sadəcə davam etdirmək istəmirəm. Biz Rusiyanın hərbi texnikasını dünya qiymətə uyğun alırıq. Əgər biz dünya qiymətlərinə uyğun alırıqsa, bütün başqa haqq hesabları da dünya qiymətlərinə uyğun aparırıqsa, onda icarə qiyməti də buna uyğun, yaxud buna yaxın olmalıdır. Üstəlik, öz-özlüyündə Qəbələ radiolokasiya stansiyasının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Qəbələnin aldığı informasiyaya qarşı hər hansı iş görmək üçün bizim vasitəmiz yoxdur. Buna görə də bu məsələ sırf dostluq və kommersiya münasibətləri əsasında nizamlanmalıdır. Biz də Rusiya tərəfinə əməkdaşlığı daha 5, yaxud 10 il uzatmağı təklif etdik, amma artıq yeni qiymətlərlə. Lakin bu təklif qəbul olunmadı. Çox güman ki, buna heç ehtiyac da yox idi. Prezident İlham Əliyev Fransanın Astrium şirkətinin prezidenti və baş direktoru François Oku, European Aeronautic Defense və Space şirkətinin beynəlxalq məsələlər üzrə direktoru Jean-Pierre Talimonini qəbul edib. Fransanın bir çox sahələrdə Azərbaycanda əsas tərəfdaşlardan biri olduğunu vurğulayan Prezident İlham Əliyev informasiya, kommunikasiya texnologiyalarının inkişafı və kosmos texnologiyası sayəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Görüşdə iştirak edən Fransanın Azərbaycandakı səfiri Pascal Monnier, Azərbaycanın ilk süni peykinin orbitə buraxılmasını tarixi hadisə kimi qiymətləndirib və qeyd edib ki, Fransa hökuməti Azərbaycanın kosmos proqramlarının həyata keçirilməsinə bundan sonra da dəstək verəcək. Fransanın Astrium şirkətinin prezidenti və baş direktoru François Ok rəhbərlik etdiyi şirkətin bu sayədə Avropanın ən böyük şirkətlərindən biri olduğunu vurğulayaraq şirkətin həyata keçirdiyi layihələr barədə məlumat verib. Milli Məclisdə Bakıda səfərdə olan İsrailin media nümayəndələrlə görüş keçirib. Millət vəkili Fuad Muradov, Cavanşir Feyziyev və Rasim Musabəyevin İsrailli jurnalistlərlə görüşündə Azərbaycan və İsrail arasında əlaqələrin inkişafı, hərbi, səhiyyə, turizm, mədəniyyət sahələrində əməkdaşlıq, eləcə də Azərbaycanın təhlükəsizliyinin qorunması ilə bağlı məsələlər müzakirə olunub. İsrailli jurnalist Yossi Ziberman əhalisinin çox hissəsinin müsəlman olmasına, qonşularının təzyiqlərinə baxmayaraq Azərbaycanın İsraillə əlaqələr qurmasını yüksək qiymətləndirdiklərini və bunun Azərbaycan üçün hansı çətinliklər bahasına başa gəldiyini anladıqlarını söyləyib. Azərbaycanlı deputatlar isə qeyd edib ki, əhalisinin çox hissəsi müsəlman olsa da Azərbaycan dünyəvi dövlətdir, ölkədə din dövlətdən ayrıdır. Onların sözlərinə əsasən bütün təzyiqlərə baxmayaraq İsrail-Azərbaycan əlaqələri o cümlədən o dərəcədə inkişaf edib ki, İsrailin neft tələbatının 40%-ni Azərbaycan təmin edir.
müəyyən narazılıqları hələlik yaratmayaraq biz ümid olmaq istəyirik ki, bu məsələdə hər halda bizim qərar qəbul etmək vaxtı yetişir və qərar qəbul olunacaq. Ancaq bu vaxt, yəni bizim əlaqələrimizdə elə də böyük çətinliklər səfirliyin olmaması yaratmır. Ancaq konkret problemlər var. Mən bilirəm ki, İsraildə bir 100 minə yaxın Azərbaycandan çıxmış insanlar yaşayırlar. Onlar gedib gəlmək istəyindədirlər. Onların konsulluq tutalım orada açılması bəlkə ilkin addım kimi düzgün olardı. Və nəhayət bizim iqtisadi dövriyyəmizdə xeyli artıb. Amerika Birləşmiş Ştatlarından olan tanınmış idman jurnalisti Jane McManus da Azərbaycanda səfərdədir. Bakıda və Gəncədə peşəkar atlet kimi öz təcrübəsini bölüşən Jane McManus idman jurnalistikası və Amerikanın qadın idmanı haqqında təqdimatlar keçirir. Amerikalı Natiqlər silsiləsi proqramı çərçivəsində baş tutan səfər iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi məqsədini daşıyır. Xanım McManus Amerikada və dünyada məşhur olan kanalların birində çalışır. O eyni zamanda idmançıdır. Düşünürəm ki, qadınların idmanda rolunun daha da artması və onların arasında münasibətlərin inkişafı üçün bu cür tədbirlərin keçirilməsi vacibdir. ATV xəbərə baxırsınız. Tərtərdə yerləşən en sayılı hərbi hissənin qazanxanasında yanğın hadisəsi baş verib. Hadisə zamanı Milli Ordunun 2 əskəri ağır bədən xəsarətləri alıblar. Füzuli və Nəsimi rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılan Natiq Musazadə və Xaliq Bayramov yanıq xəsarətlərlə Ağcabədidəki rayon xəstəxanasına yerləşdiriliblər. Hər iki əskərin vəziyyətinin orta ağır olduğu bildirilir. Xəsarət alan əskərlər helikopterlərlə Bakıya göndəriliblər və qeyd edək ki, Natiq Musazadə 3-cü, Xaliq Bayramov isə 2-ci dərəcəli yanıq xəsarətləri alıb. İmişlinin Məmmədli kəndi ərazisində günün orta saatlarında dəhşətli yol qəzası baş verib. Saçman markalı avtomobillə Vaz 21015 markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər gənc hadisə yerindəcə dünyasını dəyişib. Ölən şəxslərin kimliyi hələ ki dəqiqləşməyib və digər yol qəzası isə Gəncə Samux avtomobil yolunun 1-ci kilometrliyində qeydə alınıb. Niyaməddin Əliyevin sürətlə idarə etdiyi Mercedes markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb. Sürücü və sərnişin xəsarət almadan xilas ola bilsə də köməyə gələn şəxs dünyasını dəyişib və belə ki, Kəpəz rayon polis şöbəsinin sahə müvəkkili Valih Xəlilov idarə etdi. Mercedes-Benz markalı avtomobili hadisə yerindəki sürücü və sərnişinə kömək üçün dayanan Opel Vectra markalı avtomobili və oradakı adamlara çırpıb. Nəticədə Samux sakini 29 yaşlı Mehman Mədatov hadisə yerindəcə dünyasını dəyişib. Opel Vectra markalı avtomobilin sürücüsü Qoşqar Fərəcov isə xəstəxanaya çatdırılıb, hər iki faktla bağlı hazırda araşdırma aparılır. Və hazırda biz nəqliyyatı intellektual idarəetmə mərkəzində bağlanırıq. Bizimlə canlı bağlantıda mərkəzin əməkdaşı Rauf Mirqulamov olmalıdır. Rauf müəllim, eşitirsiniz bizi? Bəli, eşidirik. Buyurun, söz sizdədir. Təşəkkür edirəm Günel. Həftənin ilk iş günü üçün axşam saatlarında şəhərin əsas küçə və prospektlərindəki vəziyyətlərlə tanış olaq kameralarımız vasitəsilə. Beləliklə keçid alaq kameralarımıza. İlk məlumatımız Xətai rayonu Yusif Səfərov küçəsindəndir. Yusif Səfərov küçəsində Üzeyir Hacıbəyev küçəsinə doğru avtomobillər sərbəst şəkildə hərəkətlərini davam etdirsələr də, əksinə Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin sayı bir qədər çoxdur bu dəqiqələr üçün. Digər məlumatımız Yasamal rayonu Şıxəli Qurbanov küçəsindəndir. Füzuli meydanı istiqamətində hal-hazırda siz Azərbaycan prospektini izləyirsiniz. Burada da avtomobillərin sayı bu dəqiqələr üçün çoxdur. Əsasən də Mirzağa Əliyev küçəsi istiqamətində. Digər məlumatımız Yasamal rayonu Tbilisi prospekti və İzmir küçəsinin kəsişməsindəndir. Şəhər istiqamətində, mərkəz istiqamətində Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkəti üçün normal şərait olsa da, əksinə 20 yanvar istiqamətində avtomobillərin bu dəqiqələr üçün sıxlığı müşahidə olunur. Digər məlumatımız Nəsimi rayonu Rəşid Behbudov küçəsindəndir. Füzuli küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısından Rəşid Behbudov küçəsi boyunca da hərəkət edən avtomobillərin sayı axşam saatları üçün həqiqətən də çoxdur. Və bu dəqiqələr üçün sonuncu məlumatımız Nəsimi rayonu Bakıxanov küçəsindəndir. Cəlməmməd Quluzadə küçəsi ilə kəsişmədən Tbilisi prospekti istiqamətində, eləcə də İzmir parkına doğru avtomobillər sərbəst şəkildə hərəkətlərini davam etdirsələr də, əksinə paytaxtın mərkəzinə doğru Türk səfirliyi istiqamətində avtomobillərin sayı çoxdur və sıxlıq müşahidə olunur. Bu dəqiqələr üçün çatdıracağımız məlumatlar bu qədər.
Teşekkür edirik Rauf müəllim, sizə uğurlar, tıxacda olan sürücülərimizə isə səbir diləyirəm. Və Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə xəbər verir ki, rayonlarda havanın temperaturu 10, Bakıda isə 7 dərəcəyə kimi inəcək. Ölkənin bəzi yerlərində sulu qar, yüksək dağlıq ərazilərə isə hətta qar yağacaq. Aprel ayının 16-sından 19-na kimi Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi bildirilir. Bu arada temperatur ötən günlərlə müqayisədə 5-7 dərəcə enəcək. Həmçinin şimal küləyinin arabir saniyədə 18-23 metrə qədər güclənəcəyi bildirilir. Və sonda bir xarici xəbərimiz var. Belə ki, Qahirə Şəhər Məhkəməsi Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin zaminlik müqabilində azadlığa buraxılmasına qərar verib. Hakim bildirib ki, Mübarək başqa cinayətlərdə itham olunmursa, onda məhkəmə 2011-ci il inqilabı zamanı nümayişçilərin ölümü ilə bağlı keçirilən məhkəmə prosesindən onu azad edir. Qeyd edək ki, sabiq prezidentin ilkin həbs müddəti çoxdan başa çatıb, barəsində çıxarılan ömürlük həbs qərarı isə apellyasiya məhkəməsi tərəfindən ləğv olunub. Və ATV xəbərin saat 21 buraxılışında efirə gedəcək buraxılışından da qısa başlıqlara nəzər salırıq. Amerika mətbuatından şok açıqlama. Prezident Barack Obama xərçəng xəstəliyindən əziyyət çəkir. Yersiz gəldi, yerli qaç. Azərbaycanda xaricdən gələn həkimlərin yerli mütəxəssisləri sıxışdırmasının səbəblərini ATV xəbərdə qaçırmayın. Dünya standartlarına uyğun tibbi xidmət göstərməyə tam istərimiz yoxdur. Sürücülərə şad xəbər. Azərbaycanda avtomobillərin arxa yan şüşələrinə jalüzlərdən istifadəyə icazə veriləcək. Qısa saat 20:25-də efirə girəcək ATV olay verilişinin bəzi anonslarına da nəzər salırıq. Belə ki, Samuqda baş verən qəzanın fəsadlarını aradan qaldırmaq üçün əraziyə yığışan insanlardan birini digər avtomobil vuraraq öldürüb. Qobustanda hamam otağında kustar üsulu hazırlanan qızdırıcının partlaması nəticəsində 20 yaşlı qız yanıb. Bakı rayonlarından birində bir neçə evə kütləvi olaraq həşəratlar hücum edib və ailə başçısı evə içkili gələrək o qədər mübahisə yaradıb ki, axırda evin xanımı dözməyərək əlini bıçaq atıb. Və mən sizinlə sağlaşıram. Qısa fasilədən sonra efirimizi Zaurun təqdimatında ümid var. Qaldığı yerdən davam etdirəcək. Sağ olun. Diqqətinizə görə təşəkkür edirəm. Fasilə elan edirəm. Ruslan, diplom işin qalıb, sənsə zəng vurmursan. Aynur xanım. Fasilə varsa, KitKat var. Mərc etməyi sevən qazanmağı sevir. Qazanmağı sevənsə topazı sevir. Çünki 100 minlərlə insan topazla 140 milyon manatdan çox qazanır. İndi top səndə. Deməli, bu südlü şokoladlıdır, o biri isə yer fındıqlıdır. Görəsən, əl-ayaqları da şokoladdandır. Yəqin şokoladdandır. Ayaqqabları da. Hey, bura bax! Elə bilməyin ki, qulağımız yoxdur deyə heç nə eşitmirik. Məndən olsa, ayaqqabılarını yeməzdim. M&M's, onları hər yerdə yemək istəyirsən. Mən bilən şokoladdan deyil. Baksel'den daha bir faydalı teklif. Saniyede 21 megabit'e kadar sürati olan yeni nesil limitsiz internet. Ayda cəmi 9 manata. Sürət, hədləri aşan internet. Bilirsiniz ki, həzm prosesi üçün mədə-altı vəz fermentləri olduqca vacibdir. Yeməkdən sonra köp, qarnınızda ağrı hiss edirsinizsə, buna səbəb ferment çatışmazlığı ola bilər. Bu isə öz növbəsində həzmin pozulmasına aparır. Krion 10.000 xüsusi olaraq mədə-altı vəz fermentlərinin çatışmazlığını kompensasiya etmək üçün hazırlanıb. Həzm fermentlərinin çatışmazlığı Krion 10.000. Həzm problemlərinin ekspert həlli. Solitonla qat hədiyyə sevincini yaşayır. İndi Soliton mağazalarından istədiyi notebooku seç, Baksel'dən data karta və bir ay limitsiz internetə sahib ol. Üstəlik hədiyyə olaraq mouse, qulaqlıq, flash kart və çanta əldə et. Telefon 180. Soliton mağazalar şəbəkəsi. Azərbaycanda ilkə imza atmış, təmir və dizayn nominasiyası üzrə London 2012 Beynəlxalq Keyfiyyət Tacı mükafatının sahibi Zaferoğlu İnşaat. Telefon 051 711 11 11. Yalnız yenilik və rahatlığın dəyərini bilənlər üçün.
Nescafe. Artıq 75 ildir ki, hər səhəri xeyirli edirik. Hamı bilir ki, Baksel Doğmacın bölgelərdə ən sərfəli tarifdir. İndi Ağsudayıq. Gedək görək Ağsular bunu bilirlərmi? Salam. Salam aleykum. Hoş gördük. Hoş günün olsun. Dilara xanım, hoş gəlmişsiniz bizim Ağsuya. Mən tam realam. Gördünüz, nə göyün 7-ci qatından gəldim, nə yerin altından çıxdım. İstifadə elədiyim mobil operator hansı? 6 ildən çoxdur ki, mən cin, ailəm, oğlum, uşaqlarım hamısı cinlə məşğuldur. Demək ki, Baksellisiniz. Bəli, oğlum. Alo. Dilara xanım buradadır, onlar sizi eşidir. Siz deyin görün bu Baksel sərfəlidirmi? Bəli, dəqiqəsinə 2 qəpik. Çox məmnun. Bilirsiniz ki, şəbəkə, xarici zənglər də doğma cinlə 4 qəpikdir. Baksel biz üçün ən sərfəli mobil rabitədir. 1000 dəfə yaxşıdır. Baksel doğma cinlə şəbəkə daxili zənglərin 2 qəpik olduğunu bilirdiniz. İndi şəbəkə xarici zənglər də çox sərfəli oldu. Cəmi 4 qəpik. Yəni, əla tarif deyər ki, həmişə sərfəli qiymətə danışın. Sizsə məni gözləyin. Baksel sizə daha yaxın gəlir. Baksel, daha yaxın olaq. Doğru seçim etmək üçün sənə yaxın olan Aksa Embask sığorta agentliyinə müraciət et. Hər bir müştəriyə fərdi yanaşma və hadisə zamanı daim yanında olan Aksa Embask'ın fərqliliyini gör. Azərbaycanda ən geniş sığorta agentliyi şəbəkəsi. Aksa Embask, sığortaçılığa yeni baxış. Və Musa Musayevdə müsahibəsini verdim və bizdə də səslər, hamı səs tamaşaçılar əslində qarşı tərəfdə gözləyirdik ki, onun da səsini alaq və dərhal sonra qarşı-qarşıya hər iki fikrini də verək, hər iki insanların fikrini də verək və sadəcə olaraq mənə başqa bir şey maraqlıdır bu məqamda. İndi onların şəxsi məsələləridir, ailə problemləridir. Allah köməkləri olsun, yolları açıq olsun. Hər halda Allah eləsin ki, hər şey qaydasına və yoluna düşsün. Sadəcə olaraq xanım xalanın aqibəti mənim üçün maraqlıdır ki, biz xanım xalanı onların evində yerləşdirmişdik. Əgər yadınızdadırsa, Gəncədən gələn yaşlı bir qadın var idi. Övladları tərəfindən imtina edilən və küçədə qalan xanım xananın aqibəti nə olacaq? Sadəcə olaraq bu maraqlıdır. İndi biz Elgündən xahiş eləyərik ki, Elgün də xanım xala ilə bağlı fikirlər bizə çatdırsın və studiyada oturanlarımıza da söyləmək istəyirəm və elə Hafizə birbaşa söyləmək istəyirəm ki, atan studiyamıza zəng vurub, şok bir xəbər verib bizə. Birazdan bu şok xəbəri elə onun özünün dilindən sizə səsləndirəcəyik. Hal-hazırda isə Feminadan danışmaq istəyirəm. Kiçik yaşlı xanımlar üçün xərc geyimlər almaq üçün çox məkan axtarmağa dəyməz. Feminaya üz tutursunuz. Burada övladlarınız üçün xərc geyimlərini istədiyiniz ölçüdə bişdirə bilərsiniz. İstədiyiniz biçimdə və rəngdə ürəyinizcə olan xəzləri Feminadan sifariş edə bilərsiniz. Feminadan geyinən xanımlar daim diqqət mərkəzindədirlər. Feminada Amerika, Kanada, Yunanistan və digər ölkələrin öndə gedən brendlərinin Black Lama, Black Nafa, Norka, Sobel, Shinshilla kimi markalarının geniş çeşidlərini tapa bilərsiniz. Feminada xəzləri mağazasını seçən insanlar elegantlığa, gözəlliyə, şarma, şıqlığa, ecazkarlığa gedib orada şahid olur. Bu sözün hər birinin açmasını siz gedib məsələ Feminaya girəndə görəcəksiniz ki, söhbət nədən gedirdi, hansı keyfiyyətli xəzlərlərdən və kürklərdən gedirdi. Bax, bunun hamısını yalnız və yalnız Sədərəyə və Eli Ticarət Mərkəzinə gedəndə biləcəksiniz, əziz tamaşaçılar, və sizə məsləhət görərdim, gedəsiniz. Gedəsiz, bir alış-veriş eləyəsiniz, bir o kürklərin endirimindən istifadə eləyəsiniz. Çünki 2014-cü ilə qədər olan modellərin hamısı
məhz Feminadadır. Odur ki, bax bu modelləri ən ucuz qiymət almaq istəyirsinizsə, yalnız Feminaya üz tutun. 012 511 69 57 və 053 38 38 və hal-hazırda Nərgiz klinikasından sizə danışmaq istəyirəm. Nərgiz klinikasında professor və həkim Lalə Allahverdiyevanın rəhbərliyi ilə bütün növ allergik xəstəliklərin müalicəsi həyata keçirilir. Burada həmçinin Azərbaycanda heç bir klinikada olmayan, İspaniyadan və Almaniyadan gətirilən ən yeni allergik panel prep-testlərdən istifadə olunur. Nərgiz klinikasında Amerikanın Candela firmasının ən son modeli Candela Sepur Aleksandrit lazer epilyasiyası arzu olunmaz tüklərdən bir dəfəlik xilas olacaqsınız. Klinikada lazer epilyasiyasına 80% endirim var. Burada Imedius və Abiron aparatı ilə bütün növ qurdların müayinəsi və müalicəsi həyata keçirilir. Həmin müayinələrə aprelin 25-nə qədər endirimlər təklif olunur. Aprelin 25-nə qədər artıq şansınız və fürsətiniz var ki, qurd xəstəliyindən əziyyət çəkirsinizsə, Imedius Abiron aparatı ilə heç bir əlavə təsirlər, daxili müdaxilələr olmadan bədəninizdə, daxilinizdə hansı qurdların olduğunu müəyyən eləyə bilərsiniz. Imedius Abiron aparatı vasitəsilə ən rahat və ən dəqiq müayinədir bu. Klinikada ödün yuyulması zonsuz üsulla aparılır. Nərgiz klinikasında Yaponiyanın son istehsalı olan Olympus aparatı ilə 12 barmaq bağırsağın mədə, qida borusu, nazik bağırsağın endoskopik müayinəsi ən mükəmməl şəkildə həyata keçirilir. Klinikada İtaliyanın istehsalı olan GIM aparatı ilə dəridə olan xallar tam ağrısız şəraitdə götürülür. Plazma lifting vasitəsilə 5 yaş cavanlaşmaq mümkündür və burada səpkilərin və ləkələrin müalicəsi yüksək səviyyədə həyata keçirilir. Telefon nömrələri 012 541 70 70, 012 541 72 72 və 055 mobil operatoru ilə 319 81 22. Bioxen, qoy saçlarınız tökülməsin. Əziz xanımlar, Bioxen Femina seriyası. Bax, bu seriya məhz sizin üçündür, artıq istifadənizdədir. Bu şampunlar ekoloji amillər, stres, hormonal problemlərdən, saça düzgün qulluq edilməməsi səbəbindən yaranan saç tökülməsinin qarşısını alır və bu bir əvəzsiz vasitədir. Bundan istifadə edin. Bu möhtəşəmdir. Bax, məhz Bioxen Femina saçın tökülməsinin qarşısını alan ən gözəl, ən uyğun, ən düzgün vasitədir. Saçı canlandırır, parlaqlaşdırır, həcm verir, tökülmənin qarşısını alır və 3 il ərzində itirilən saçları belə bərpa edir. Bilirsiniz ki, saç kökləri 3 il ərzində aktiv qalır. Məhz bu 3 il ərzində əgər saçınız tökülübsə, bu 3 il müddətində tökülən saçları Femina asanlıqla bərpa edəcək. Bioxen Femina şampunun quru normal saçlar və yağlı saçlar üçün nəzərdə tutulan növləri var. Odur ki, hər kəs apteklərdən bu məhsulları əldə edə bilərlər. Telefon nömrələri 012 408 85 10 və 055 218 73 23. Təşəkkürümüzü bildirik sponsorlarımıza. Qısa bir anonsumuz var. Bu anonsdan dərhal sonra isə studiyamızda olacaq və Hafizin atası Habil bizə nələri söylədi, onu biləcəksiniz. Şok, şok, şok. İllərin cütlüyü ayrıldı. Müğənni Musa Musayevdən keçmiş həyat yoldaşının ünvanına inanılmaz ittiham. Doğrudanmı Təranə Qumral ərinə xəyanət edib? Cümə günü verilişdən sonra yaşananlar inanılmazdı. Əmir Aslanovlar ailəsi bir-birinə dəydi. Tariyel Əmir Aslanov oğlunun ailəsini dağıdan Səfura Səmədovaya nələr dedi? Ana öz qızı və kürəkəni tərəfindən vəhşicəsinə döyüldü. Ümidvara üz tutan Sitarə Səfərovanın başına gələnlər. Birazdan əri ölən Gülnarə İsayeva doğrudanmı qaynı ilə ailə qurmaq istəyir? Gülnarənin qaynatası Şahlar Rızayev Ümidvara üz tutdu. Gözü yaşlı qoca daha nələr danışacaq? Bütün bunlar birazdan Ümidvarda. Və biz davam edirik, əziz tamaşaçılar, siz Ümidvara baxırsınız. Hal-hazırda atan zəng vurub, Habil bəy, zəng vurub və bir şok xəbər söylədi bizə. Bilmirəm, bu nəyə dəyişəcək, nə baş verəcək, nə olacaq. Amma yəqin ki, nələrsə dəyişiləcək. Çox müəmmalıdır. Amma deyəsən, yaxşı xəbər oxşayır. Hə? Xeyir xəbərdir. Xeyir xəbəri oxşayır. Deyir, ürəyimiz partladı. Ürəyiniz partladı, biraz da gözlün. 22 ildir dözürsən, nədir? 2 dəqiqə də dözdü. Mən nəsə o televiziyada mənə onun belə xoşum gəldi. Mən elə gəlir o bizi sevindirəcək. Yaxşı oğlana oxşayır deyir. Siz çox humanist insansınız, Şamil müəllim. Bəlkə də bu məqsədlə heç kim haqqında pis düşünmək istəmirsiniz. Bu özü gözəl bir duyğudur. Əslində siz həmişə burada oturanlardan özünüzü yaşlı hesab edirsiniz. Bilmirəm, neçə yaşınız var sizin? Sən mənə dədə qorqud eləmək fikrim varsa, mən o arzunu qoyacağım sizin ürəyinizdə. Mənim 57 yaşım var. 57 yaşınız var. Əslində özünüz hərdən, əslində ağıl yaşda deyil ki, başdadır və kifayət qədər gözəl həyat təcrübəniz var.
ümumiyyətlə siz həm dəyərli aktyormusunuz, həm də ki, eyni zamanda gözəl insansınız. Bunu sizi tanıyanlar da bilir, hətta tanımayanlar da bilir. Tanımayanlar Amma ona niyə yaxşı oğlan dedi, onu anlamadım. Yaxşı oğlan oğlunu bağına basıb ötərdi, qucaqlayardı. Mən sizinlə razılaşmıyorum. İndi görək Şamil müəllimin. İndi görək Şamil müəllimin. Oğluna sahib çıxardı. Aydındır. İndi görək Şamil müəllimin yaxşı oğlan dediyi Habil bizə nə söyləyibdi? Bunu birazdan biləcəksiniz. Hazırlanır material. Amma hal-hazırda istəyərdim ki, bir neçə gün bundan öncə studiyamızda 5-ci günü idi, cümə günü idi verilişdən sonra Şirxan Gilin arasında nələr baş verdi? Bax, onu izləyəsiniz. Dərhal sonra isə atasının açıqlaması olacaq. Bugün elə son olaraq burada deyirəm ki, Safirə əgər Azadiyə Şirxan ər olmasa da Safirə ömür boyu olmayacaq. Onu yadında saxlasın. Bugün mən qoylamışam Şirxan evdən. Gələ Şirxanın atası var, anası var, yəsi var, ancaq onun yəsi yoxdur. Qadın olaraq onun bir dənə yəsi yoxdur. Dalına düşə, zürriyyətini axtara görə ki, onun balası hası yoldadır, nə ilə məşğul, har yedib, hardan gəlir. Kafradan başqa mənim heç kimim yoxdur. Uşaqların üçün də özüm üstümə götürəcəm. Bircə sizdən kömək dağırıq istəyirəm ki, o ki, anası da istəmir, atası da yaxın durmur. Mən saxlayacağım üçünü də. Sabah Şirxanın başına bir iş gəlsə də, gənə mən atasıyam. Onun atası öndə, o ondan xabar alacaq. Onun anası gəlsə, bir anasını qəbul eləyərəm, anasını da saxlayaram. Amma Safirə ölsə də mümkün yox. Oğluma da Allah ölüm versin, həmən o saxlayarım. Öz ərini orada qovara gələn qadın, mənim nəvələrimə nə tərbiyə eləyəcək? Mən vermərəm ki, mənim o gözəl nəvər gedə kimin əlindəsə, ölə, berbat ola. Mən şu an alacam olarım. Birini yoxsa üçünü də? Üçünü də. Mən bu atadan da, bu anadan da imtina edirəm. O uşağı saat 12-də gecə soyuqda saat 3-də tururlar ki, hər şey yiyir. Sizin kimi ata-anam lazım. Mən səni atıram. Sən çıxaşıqda mən onun aracıydım, həmən büyücü çəkdim. Və görürsən Azadə ballarını nə vəziyyətə salırlar. Top kimi o qadının üstünə, bu qadının üstünə, o qadının üstünə, bu qadının üstünə. Gəl sahib çıx da balalarına da Azadə də. Ortada əziyyət çəkən bu uşaqlar deyil. Azadə öz keyfində deyil, cəhənnəm olsun. Şirxan öz keyfində deyil, cəhənnəm olsun. Valideynlər öz keyfində deyil, cəhənnəm olsun. Belə şey mi olar? Oğlunuza qarşı qətiyyən pis mövqedə olmayıb, xahiş edirəm. Balandır. Bu gecə səhərə kimi mən yatmamışım. And olsun Allaha. Səhərə qədər mən oturmuşam. Mən istəyərəm, mən balamın talihi belə oluydu. Bir kimi ailəsi var idi, bir kimi balalarına baxırdı, ailəsinə baxırdı. Bunlar coşandan sonra bu vəziyyətə düşdü. Bir dənə mənim istəyim budur ki, balalarımı keçirim üstümüzə nəvələrimi. Ölənə qədər saxlayacaq, biz öləndən sonra da oğlan olmaz. Və siz təsəvvür eləməzdiniz ki, 5-ci gün burada nələr baş verdi. O uşaqlar necə ortalıqda qalmışdılar, necə sanki bir futbol meydançasında elə bil 11 nəfərin ki, 22 nəfər ki, bir topun dalınca qaçar, o ora atar, bu qapıya atmaqdan ötürü, o qapıya atmaqdan ötürü, öz məqsədlərinə nail olmaqdan ötürü, qalib olmaqdan ötürü o topdan istifadə olunur da ki, o qapıya girsə, deməli mən qalibəm. Bax, məhz mən dönə-dönə üzr istəyirəm bu bənzətməyə görə, amma həqiqətən də buna bənzəyirdi. Sanki uşaqlar top idi ortada və hər iki tərəfdə hansısa qapıya vurmaqdan ötürü. Orxanın qışqırığı, Orxanın səsi, mən buradan efirdən çıxanda gördüm, o uşağı orada atırdılar, burada atırdılar. Nənə bir tərəfə, ata bir tərəfə, uşaq atasını istəyirdi, bilmirdi, nənəsini istəyirdi, bilmirdi, anasını istəsin. Doğrudan çox acınaq hal idi, mən özüm də orada çox demək kövrəldim. istəyirəm burada. Birincisi o qaynana deyək də, onun mələk kimi özünü göstərir və iç üzü yavaş-yavaş açılır. Elə o danışığından görürəm. İkincisi, bu valideynlərin mövqeyini anlamıram.
onlar bu dünyanı tutub durmayacaqlar. Yəni uşaqları üzərlərinə götürürlər. Bu safranı hər kəs pisləyir, bunu anladım. Mən demirəm o düz eləyib. Amma gəlin baxaq da bir qadın bədbəxt olub, gedib azadə və indi hal-hazırda hər kəs çalışır ki, bu safranla bədbəxt eləsin. Bunun bətnində bir körpəsi var, qucağında da biri. Yaxşı, biri bədbəxt oldu, uşaq da ortada qaldı. İndi niyə çalışırsınız ki, bu qadını da iki uşağını bədbəxt eləsin? Mən belə bir istəyərdim ki, sevən qadın fədakar olur. Bu qadın sevir də bu kişini. O uşağını bu sevgiyə görə öz üzərinə götürər, saxlayar. Amma valideynlər burada başqa mövqedən çıxış edirlər. Kimdən danışırsan? Hansı sevgidən danışırsan sən? Amma biz bunu sevgi adlandıra bilərik mi Aynur? Yəni burası da var, söhbət bundan gedir. Aynur xanıma mən bu işin içindəyəm. Aynur xanım, mən sizə cavab verirəm. O Şirxan 3 uşağı orada atası ilə anası saxlayır və onun birinci xanımı ki, küsüb gedib, o xanım öz əri olala, ərindən nigahı zaksı olala, qoşulub bununla yaşayıb, heç bilmək olmur o uşaq kimdəndir. Və Şirxan burada da, evdə də dedi ki, mən birinci xanımı, Azadəni istəyirəm. Mən bu xanımı yaşamaq... Burada dedi, istəyirəm axı. Mən 5-ci gün burada... Əvvəl demişdi ki, Azadə qayıtsa onu istəyirəm. Sonra dedi ki, mən Azadəni heç sevməmişəm. Bəs ikinci mən üzr istəyirəm sən. Siz deyirsiniz, onun qaynatası, qaynanası pis adamdır. Onun qaynatası, qaynanası müqəddəs insanlardır. Müqəddəs insandır, hamilə qadını təpiliyib. Biz hamilə iti təpiliyən olsa, ayağa qalxar. O qadın bilir ki... Əslində yol verilməzdi. Yol verilməzdi. Təbii ki, mən Aynur xanımla bu məsələdə razıyam ki, bu zorakılıq olmaz. Zorakılıq olmaz. Ümumiyyətlə, əgər biz ananın haqlarını, hisslərini, duyğularını başa düşürüksə, bu insan da haradasa... Biz demirik qadını təpikləmək lazımdır. Amma səfiriyyə haqq qazandırmaq da lazım deyil. Bura Meksika döyülür. Mən bir kəlmə söz demək istəyirəm. Yəni bunun sivil yolları var haradasa, münasibət bildirməyin sivil yolları var. Mən demək istəyirəm ki, arada uşaqlar qalıb, 5 uşaq. Bəli. Ona görə 5 uşaq artıq. Keçən dəfə burada danışılanda deyildi ki, deməli o balaca uşaq oğlan nənə tərəfindən atılıb çölə, Şirxanın acığına. Sonra da Şirxan tərəfindən atılıb çölə. Deməli, bu ona acıq verir, o buna acıq verir, ara yerdə uşaqlar qalır. İndi uşaq gəldi mənim yanıma fasilədən, mənə dedi ki, anam mənim ürəyimdir, anam mənim canamdır, anam mənim hər şeyimdir. Amma anam gəlməzsə biz böyüyəndə onu bağışlamayacağıq. Bu körpə uşağın sözləridir. Bax, o qız gəldi mənə dedi burada. Mən heç başa düşə bilmirəm ki, bu uşaqlar kimlə qalsın. Ata ilə bu uşaqların qalmağı qətiyyən mümkündür. O ata necə deyim, belə ailədə, belə söz-söhbətin içində, belə bir vəziyyətdə uşaq gəldi, dedi ki, məni deməli bacımı səfura vurub, səfura gözünün üstün belə edir. Belə olan tərzdə səfura əgər o uşaqlara baxmırsa, o uşaqları etibar eləmək olmaz. Amma nənə ilə babaya da mən birinci dəfə dedim ki, nənə ilə babaya verilsin onların himayəsinə. Amma məsələ ondadır ki, siz keçən dəfə dediniz ki, nənə, siz dediniz ki, olub elə bir şey, Şeyrxana dediniz ki, mən qoymuşam uşağı çölə. Niyə? Kimə acıq verirsiniz? Niyə görə o uşağı çölə qoyursunuz? Balaca uşağı, oğlanı. Oğlanı Şirxana dediniz elə. Dedim, sən çıxardacaqdım, oğlanı seyrəmdə sənin əlindən alacaqdım. O deyir ki, saat 12-də sən bizi çölə tökürdün. Mən onda dedim ki, sizi çıxardım, mən uşağı yanımda saxlayacaqdım. O gəldi, mən Niyə çıxardırdın? Onda uşağı çıxartmazdın, onları çıxardardın. Onları çıxardırdık. Biz gəlmişdilər. Yox, sən dedin ki, mən sizi çıxardım çölə, sonra uşağı bir məqam demişsə, Şirxan dedi ki, Safura da, mən aşağıda söhbət elədim onlarla. Safura dedi ki, Şirxan gecə durdu, evdə nə qədər o dəliklər, deşiklər varsa, hamısını yastıqça ilə tıxadı, qazı açdı, buraxdı evə. Dedi, ölmək istəyirsən? Dedim, hə, ölmək istəyirəm. Səfuraya? Bəli, uşaqlar da evin içində. Yaxşı, Şirxan belə addım atırsa, o uşaqlar onda necə qala bilər? Xeyr, o uşaqları ona etibar eləmək olmaz, heç vaxt. Yəni, əgər bu adam özünə qəsd eləyirsə və uşaqları da özünün qurbanına çevirirsə, biz ona necə etibar eləyə bilərik ki? Hətta Safura da əgər razılaşıbsa, Aynur xanım, bax, sizin dediyinizə gələm. Sizin dediyiniz o humanizmi, təbii ki, mən qəbul elə bilmirəm. Heç vaxt, heç kimi döyməklə, söyməklə, vurmaqla başa salmaq olmaz. İllahdakı hamilə qadına əl qaldırmaq günahdır, olmaz. O qadın hansı yolda, hansı tərzdə, hansı formada olursa olsun. Bunun sivil qaydaları var, qanunlar var, qaydalar var. Bu öz yerində. Amma ki, bir qadın əgər razılaşırsa, biri bətnində, biri qucağında, biri də özününki deyil, yanında və razılaşırsa ki, tur qazı aç, hamımız ölək.
ona necə uşaq etibar eləmək olar? Bu söhbətlər, mən burada oturmuşdu, özü də psixologuydu. Birbaşa onun üzünə deyir ki, bunda manyaklıq var. Mən elə hələ efirdə izləyirdim, belə özüm də ətim ürpəşdi ki, yəni bir insanın üzərinə manyak deyilsin, manyak olacaq. Artıq o qədər onların üzərinə gedilir ki, heç kim manyak olmaq deməklə manyak olmur. Manyak onu yəni demək istəyirəm, o həddə çatır insan demək nədir manyak. Psixoloji baxımdan reabilitasiya lazımdır. Amma bugün deyirsiniz ki, bir məqamı da deyirəm. Deyirik ki, uşaqları verək Şirxan Safura ilə. Məsələn, siz deyirsiniz, təklif elədiniz. Mən elə demirəm. Təklif elədiniz. Bunu Aynur xanım təklif elədi. Yaxşı, gəlin baxaq. Şirxan birinci Azadə ilə evli olub. Azadə ilə evli ola-ola Daşkəsəndə bir ailə dağılıbdır Şirxanın üstündə. Masallıdan Leyla adında bir xanım gəlibdir. O da Safura ilə bir yerdə ola-ola. Safura gülə-gülə dedi ki, bəli, Leyla mən olduğum evə gəlmişdi. Və sonra getdi. Nə oldu bu şeydə? Təsəvvür eləyin. Yəni, belə bir insana necə güvənmək olar ki, bu Safuranın da yanında qalacaq və uşaqları ona etibar eləyək. Qız uşaqları da ona reklamlardan dərhal sonra Şirxanın atasının son qərarı olacaq. Tariyel müəllimin son qərarı nə olacaq və nəhayət ki, Təranə Qumral və Musa Musayev eşidəcəyik bu dəqiqə. Səhər 6-dan sükan arxasındayam. Artıq 10-cu çağırışdır. Hər saniyə nə isə ola bilər. Qarşıdan gələnin yoluna çıxırsan, bir onu eşidirsən ki, sür dostum, sür. Sirena çalır, mədə sovrulur. Belə anlarda yalnız Rolton köməyə gəlir. Rolton, etibar etmək olar. Doymaq hamının istəyidir. Salam əziz tamaşaçılar. Bugün peşəkar ya da ki qeyri-peşəkar aşbazımız bizim süfrəmizi müxtəlif sosis məmulatlarından hazırlanan ən gözəl yeməklərlə bəzəyəcək. Çox zirək aşbazdır. Onu sizə təqdim edim. Əslində siz onu çox yaxşı tanıyırsınız. Qarşınızda Zaur Baxşəliyev. Zaur, bugün bizim üçün nə pişirəcəksən? Mən artıq bişirmişəm. Belə tez. Həm tez, həm asan, dadı da mükəmməl, adı üstündə qəlyanaltı halal sosisləri. Qəlyanaltı halal. Buyur, sən də al. 1648-ci ildə Almaniyada, Hamburg şəhərində Hari kompaniyası tərəfindən istehsal edilən un məmulatları və şirniyyat çeşidləri 362 ildir ki, sizinlədir. Müalicəvi əhəmiyyəti olan bu un məmulatları və şirniyyatları xüsusi şəraitdə olan nəqliyyat vasitəsilə birbaşa Almaniyadan Brothaus çörək evinə gətirilir. Brothaus, Alman keyfiyyəti. Ünvan Nizami küçəsi 78. Mən dəbdəbəni sevirəm. Qiymətli zinət əşyalarını da sevirəm. Ancaq hər şeydən çox əsl xəzləri sevirəm. Əsl xəzlər yalnız Femina xəzləri salonunda. Femina, bu mənim seçimimdir. Sədərək Ticarət Mərkəzi, Femina Xəzləri Qalereyası. Saç kökləri qidalanı bilmədiyi zaman zəifləyir və tökülür. Aparılan kliniki sınaqlar sübut etmişdir ki, Bioxen şampunun və serumun 2 ay istifadəsindən sonra iştirakçıların 90%-ında saç tökülməsinin qarşısı alınmış, 80%-ində saç artımı yüksəlmişdir. Bioxen, saçlarınız tökülməsin. Quru gecə yuxusu körpənizə kəşflərə hazır oyanmağa kömək edir. Quru gecə yuxusu körpənizə oyunlara hazır oyanmağa kömək edir. Çünki quru gecə yuxusu ona şən sabahlar bəxş edə bilər. Yeni Pampers Active Baby unikal ekstra yuxu qatına malikdir. O indi daha uzundur və nəmliyi daha tez obturur. 12 saatədək quruluq ən şən sabahlar üçün. Bir Pampers, bir quru gecə. Siz hələ də Pampersi tək-tək alırsınız. İndi siz kiçik Pampers bağlamalarını sərfəli qiymətə əldə edə bilərsiniz. Pampersi bağlamalarda almaqla vaxtınıza və pulunuza qənaət edin. Bəs indi nə olacaq? Ən azından müdürüm məni işlə yükləməyəcək.
Yolda ilişib qalmayacağam. Yoldaşım deyinməyəcək. Doğrudan da çoxdandır məzuniyyətə çıxmıram. KitKat 4 barmaq. Müsbət düşünməyə doğru 4 addım. Fasilə varsa KitKat var. Ah, ola bilməz. Turistlər. Təbiətin dadından zövq al. Burunda olan qüsurlar daha çox gözə çarpdığı üçün insanlarda ciddi komplekslər, özünə güvənsizlik hissi yaranır. Komplekslərinizdən yaxa qurtarmaq istəyirsinizsə, Xətai Estetik klinikasına müraciət edin. Qüsursuz xidməti əldə rəhbər tutan Xətai klinikasında peşəkar həkimlər tərəfindən bütün növ burun estetik əməliyyatları həyata keçirilir. Siz də ən son tibbi metodlarla burnunuzda olan qüsurlara son demək istəyirsinizsə, Xətai Estetik klinikasına yollanın. Simaya uyğun burun, Xətaiyə buyurun. Hindistan qozu, xırçıldayan pişenye, üzəri də şokolad. Biskolata Stix. Bir dişlək daha. Səhər açılarından taxıl sahəsindəyəm. Hava qaralana dək o ki var çalışıram. İş o qədərdir ki, vaxt güclə çatır. İşləməyən dişləməz deyirlər. Belə anlarda yalnız Rolton dadıma çatır. Dəmlədin, yedin, güc topladın, yenə də iş başla. Rolton, etibar eləmək olar. Və biz davam edirik, tamaşaçılar. Birazdan təqdim edəcəyimiz materiallar var və son sözünü Tariyel müəllim söyləyəcək və Təranə Qumralla Musa Musayevin hər ikisinin müsahibəsini eşidəcəksiniz və nəhayət ki, Hafizin atası Habil nə söylədi, bunu biləcəksiniz və sabah sizə elə materiallar təqdim edəcəyik ki, bunu rayonlarda çəkmişik. Bax, bu həqiqətən də ümidvarın nail olduğu ən böyük uğurlardan birini hesab eləmək olar. Çox möhtəşəm bir barışığa səbəb olduq, vəsilə olduq. İnşallah sabah baxacaqsınız. Və söylədim bəyə qulaqlarımızını. Rolton şorbaları acmısınız? O zaman sizə Rolton şorbası təklif eləmək istəyirəm. Bunu hazırlamaq çox asandır, çox rahatdır, hazırlamaq qaydası üstündədir və bir neçə dəqiqə ərzində isti naharınız hazır olacaq təbii ki. Rolton sizə kartof presdə təklif eləyir. Onun da dadından doymaq mümkün deyil. Rolton bulyonun tərkibində əsid ev ərzaqlar var. Bu şorbalar çox tez hazırlanır. Süd, tərəvəz, un və müxtəlif ədviyyatların qarışığından hazırlanan Rolton bulyonları əsil ev xörəyinin dadını verir. Rolton bulyonları ləzzətin adıdır. Tənbəl xanımlar üçün, ümumiyyətlə əlindən iş gəlməyən xanımlar üçün, həyat yoldaşının zövqünü oxşamaq istəyirsə, hələ təzə ərə gəlibsə, belə tez gedin, qaçın, alın, gətirin, onu başqa bir qazanda yalandan belə eləyə bilərsiniz. Sonra qarşısına qoyun, deyin ki, bax, sənin üçün gözəl bir şorba hazırlamışam evdə. İnanın ki, heç o bilməyəcək ki, o Roltondur, yoxsa onu siz özünüz hazırlamışsınız. Ona görə də bu fürsətdən mütləq istifadə eləmək lazımdır. Brothaus çörəklərinə təşəkkürümü bildirirəm. Hal-hazırda bu çörəklərdən ikisini Aloğlan müəllim şəxsən alıb, amma pulunu kimə verib bilmirəm. Ona görə satış mərkəzi düzəldəcəm burada özüm şəxsən gələn insanlar üçün rəsmi distributor olaraq burada artıq fəaliyyətə başlamaq istəyirəm. Çünki sərfəlidir burada. Doğrudan da çox dadlı, bu bir zarafat təbii ki, dadlı və ləzzətli çörəklərdir, keyfiyyətli çörəklərdir, kökətməyən çörəklərdir, dənli bitkilərdən hazırlanır və xeyirli dənli bitkilərdən hazırlanan çörəklərdir. Soğanlı çörəyinin də xüsusi bir dadı var. Odur ki, hər birinizə məsləhət görərdik ki, boranı dənəli çörək çox dadlıdır, çox ləzzətlidir. Məsləhət görərdik ki, alıb dadasınız. 500 illik tarixə və ənəniyə malik olan Brothaus çörəklərindən dadmaq, qoy sizə də nəsib olsun, qoy siz də bu şansı əldən verməyin. Yəni ki, mən ümid edirəm ki, siz gedib Brothaus çörəkləri alacaqsınız. İstəyirsiniz, nömrələrini sizə söyləyim. 012-498-59-59 və 012-498-61-67. Kral Ət və Ət məhsulları. Onu amma heç kimə vermirəm buradan.
heç pulu ilə də vermirəm. Çünki həftənin cümə günü yeri gəlmişkən tanıdım sənin axı finalı olacaqdı bu həftə. 2 nəfər iştirakçımız qaldı. Biri Azərbaycanda ilk və yeganə zurna ifaçısı olan bizim Minaya Şirinova, digəri isə lirikli balamız olan Cahangirdir. Bax, bu iki iştirakçının arasında böyük və qızğın bir mübarizə gedəcək. Hansı region öz iştirakçısını dəstəkləyib, ön sıraya çıxardacaq və qalib eləyəcək və o böyük mükafatı qazandıracaq. Bax, bunu biləcəksiniz. Həftənin cümə günü isə biz sizin qarşınızda canlı-canlı tanıdım səndə olacaq və o arada biz Kral Ətbət məhsullarından dadırıq. Kral Ətbət məhsullarının dadına, ləzzətinə doya bilmirik. Çünki çox keyfiyyətlidir. Kralın səslərinin tərkibində, qəlyanaltı halal səslərinin tərkibində xırda yağ dənəcikləri var ki, onu da dadanda qaynadıb yiyəndə o qədər ləzzətli olur ki, sizə məsləhət görərdik ki, yiyəsiniz. 012 498 92 82 və 052 22 85 12 Feminaya təşəkkürümü bildirirəm. Hər bir yaş həddində olan insan, xanım Feminaya müraciət edə bilər. Hətta kiçik yaşlı xanımlar da müraciət edə bilərlər. Az yaşlı xanımların da müraciəti qəbul olunur. Çünki orada az yaşlı xanımlar üçün də çox dəyərli kürklər hazırlanır, bişdirilir, ölçdürülür və əyinlərinə uyğun, çox rahat şəkildə qala bilərsiniz. Və bu aralarda, bu mövsümlərdə axşamlar o soyuğu, sazağı hiss etməməkdən ötürü məhz Femina sizi düşünüb, məhz çox qalın və çox isti saxlayan kürklər yox, eyni zamanda bax bu mövsüm üçün lazım olan kürklər də sizin üçün gətiribdir Feminaya. Ən ucuz qiymətə, ən sərfəli qiymətə, ən keyfiyyətli mal almaq istəyirsinizsə Feminayı tutacaqsınız. Telefon nömrələri 012 511 69 57 və 050 338 38. Çox böyük endirim var, 35%-dan 55%-ə qədər. Bu yarı deməkdir. Odur ki, müraciət eləyin və Feminadan geyinin. Aramız var mı? Anons verəcək mi? Təqdim olunur mu? Aha, və bugün axşam 21:30-da qrupların yarışı olacaq, qrup nömrə 1 yarışı olacaq. Əziz tamaşaçılar bilirsiniz, bu da çox maraqlı, çox gözəl və Azərbaycanda ilk olan bir yarışmadır qruplar arasında. Odur ki, mütləq izləyin, qısa bir anonsunu izləyib, studiyamızda dərhal sonra Təranə Qumralın onun da səsinə qulaq asırıq. Anonsumuz yoxdur, onun səsinə qulaq asırıq. O zaman gəlin qulaq asaq. Görək Təranə Qumral nədir? Studiyamızda tam sakitlik istəyirəm. Deyirlər ki, siz göy qalmaqana ayrılmışsınız, qaçıb gizlənmişsiniz, o sizə silah çəkmək istəyir. O şeylərdə mən evimdəyəm, hiç yeri qaçıb gizlənməmişəm. Təranə xanım, dəqiqdirmi ki, sizin rəsmi ayrılmağınız, boşanmağınız? Bəli, amma indi ayrılmamışam. Biz üzrə illər var ayrılıb. Sadəcə olaraq bir yerdə fəaliyyətimiz davam edir, amma yəni ki, bir yerdə yaşamırıq. Mən sadəcə olaraq evə bıraxmadığım üçün o belə bir iki tane bir avro edirdim, kimsə belə şeylər yazıb. Yazıb sonra İllər mən yaşadığı arvadımdan bir sözlər yazıbsa, kim ona inanacaq? Özü-özünü alçalda bilər ancaq. Tut yapağında adamın adını göstərsin. Bu tür şahiyələrdir, bəli, mən paxılığımı çəkənlərdir, bəlkə də onu çəkiblər canadının altına. Mən onu evdən qolmuşam, düzdür. Sadəcə olaraq oradan-buradan borc alıb gətirirdi mənim üstümə. Bu şeylərdə bütün günü gəlirdi mənə. O qədər Allah barırdı bu bunları. Sadəcə olaraq mən də onunla yaşamaq istəmədiyim. Deyəndə ki, mən sənə yaşamaq istəmirəm o şeyi. Sadəcə mən bunu uşağımın başına dolandırıb dedim ki, ev yoxdur, uşağımın atası da qalsın burada. Amma sonra gördüm ki, yok, özü cüzdanından çıxıb dedim sadəcə sən öz yolma, mən öz yolma. Rəsmi ayrılmışam, illər bundan qabaq göstərə də bilərəm. İndi ayrılmamışam ben. İllər bundan qabaq ayrılmışam. Yəni əlimdə müğənni dostlarımız var ki, onlar da bilirlər ki, o psixologiya pozulub. O yazıq, onu müalicə lazımdır. İllər bundan əvvəl ayrılmışam söylüyor və onun dostlarımız da bilir ki, onun psixologiyası pozulub deyir. İnsanları aldadırdılar bəs indiyə qədər. Yəni reklam başqa növünü tapmayıblar. Hətta sizi, sizin kimi bir jurnalisti elə aldadıblar ki, siz öz saytınızda ideal bir ailə, deyək ki, model olaraq onu təqdim eləmək istəmişsiniz. Çox təəssüf edirəm ki, yəni özlərinin reklamları üçün, özlərinin PR-ları üçün insanların hissləri ilə oynayırlar. Biz jurnalist olaraq bugün onların, mən saytımı içə və onların böyük məhəbbətindən yazmışam. Demək, yalan yazmışam. Nə yazmışdınız orada böyük məhəbbətdən? Efirdə görürdüm, yəni bir-birlərinə olan hisslərindən, necə bir-birini sevdiklərindən mən də örnək göstərirdim ki, görün necə bir-birini sevən ailələr var. Çünki bir çox ailələrimizin içərisində doğrudan məhəbbət yoxdur. O milli mentalitet deyirlər, nə bilim, atam, anam evləndi deyirlər, evlənirlər, amma məhəbbət yoxdur. Və mən bu cür xoşbəxt, məhəbbət dolu ailə göründə o qədər sevinirəm ki, yəni illər bundan qabaq boşanmışdım deyir Araz bəy. Yəqin tanıdınız, yoxsa tanımadınız yenə də?
Musa Musayev ümumiyyətlə bizim dəyərli sənətkarımız Niyaməddin Musayevin qardaşı oğludur bildiyim qədərilə. Niyaməddini tanıyırıq. Bəli. Amma məsələ burasındadır ki, əhli qələm, şou, biznes, nə bilim, rəhbərləri eləyirlər bunu. Mansarət Kabalye boşanıb, Müslüm Maqamayev boşanıb, Rəşid boşanıb ki, şok, göydən ulduz düşməyib ki. Onda elə şok verilişləri yox idi. Aləm qarışıb bir-birinə ki, hətta model kimi götürüb xanım onu öz... Yaxşı, sizcə Rəşid, Müslüm, Mansarət Kabalye həyat yoldaşı ilə boşana cəmaatın qarşısında nümunə göstərərdimi özünü? Heç onların xəbəriniz də olmayıb, onların boşanmağından da, evlənməyindən. Amma bilirsiniz, dövran dəyişir, zaman dəyişir. Bugün tendensiyalarda tamam başqadır. Bilirsiniz ki, söz uşağın adına ataların adını yox, sponsor adı qoyurlar. Filankəsov sponsor oğlu. Bu nə deməkdir? Bilmirəm, indi hər halda... Amma mən bir fikir söyləyim. Mən Aynur xanımla bəzi şeylərdə razılaşmıram. Yəni, bugün nəsə biz razılaşmırıq bəzi şeylərdə. Mən o ailəyə ideal ailə kimi baxa bilmərəm. Yəni, insanın o görünüşlə ki, mən səni sevirəm, sən məni sevirsən, ailə bəzən bir-birini sevən adamlar heç onu demir. Balalarımın başına sədəqə olsun deyib qapımdan içəri buraxdım. Ən azından onlar bu günləri... Zahir müəllim, xahiş edirəm. Ən azından onlar... Mən bu arada istəyərdim ki, Musa Musayevin də səsini eşidək. Hələ onda daha böyük şok keçirdiniz bəlkə. Gəlin. Musa müəllim, yəni bu bütün ictimaiyyətə belə bir məlumat yayıldı ki, Musa müəllimlə Tərlanə xanım ayrıldılar. Nəyə görə belə bir addım atdı Musa Musayev və yaxud da Tərlanə xanım? Bu addımı mən atmışam. Ona görə atmışam ki, addımı Tərlanə xanım illərlə bir yerdə yaşamışır. Sevgi, yəni aramızda sevgi olub. Mənim sevgim dəyərli olub, çox güclü olub. Ona sevgisi dırnaq arası sevgilərdən olub. Ona görə də bu addımı mən attım. Belə bir məlumat yayılıb ki, güya siz Tərlanə xanımı ov tüfəngi ilə vurmaq istəmisiniz, qaçıb, gizlənib. Bəli, olub, belə şeylər olub. Sadəcə qaçıb maşına girmişdir. Niyə görə tüfənglə vurmaq istəmisiniz? Səbəb nə idi? Ailədə bir şeydən ötürü boşanırlardı, sənə qurban. Ailə dağılanda hər şey görə ailə dağılmaq olmaz. Ailədə bir şey, yəqin ki, namusunda boşanılır da. Əgər sevirsə, mənə xəyanət eləmirsə, indiyə kimi mən niyə görə dövdürdüm ki, öz-özümdən mən ailəmdən boşanım. Biz Tərlanə xanımdan bugün müsahibə aldıq. Tərlanə xanım bildirir ki, yalandır, mən heç bir yerə qaçmamışam. Sadəcə olaraq evdən olan pulu yığıb aparırdı, başqa şəxslərə xərcləyirdi. Mən hətta nəzir eləyirdim ki, övladım var, ona görə də susurdum, danışmırdım. Bunlar bir cəfəngətdir, yəni ki, bu söhbətlər olub, yəni ki, bu düzdür, uşaqlar olmağı, nəzir eləmək, hamısı bunlar olub, düzdür. Ancaq ki, mənim indiyə kimi 17 ildə qazandıqlarım hamısı Tərlanə xanımın adınadır, mənim adıma heç nə yoxdur. Bu niyə açıqlamır bəs? Danışdığım telefon da onun adınadır. Telefonun nömrəsi də onun adınadır. Adıma mənim heç nə yoxdur. Altdan iş görmək lazım deyil də. Mən də hansısa bir qurğu ilə mən onun danışığını tutmuşam. Və onu bunu tutardır. Onun telefon danışığını tutandan sonra bunu mənə demişdilər, açıqlamışdılar. Ancaq dedim, mən bunu özüm sübutuna yetəcəm, onun yerinə çatacam, ondan sonra mənə açıqlayacam, özüm də bundan xəsm edəcəm uçalıqda girir. Və mən bunu axşam da bildim, dünən. Və bununla da xəsm elədi, qutardı getdi. O çoxdan məndən boşanmaq istəyirdi. Özü də dedi ki, boşanaq, bəlkə bir dost kimi bir yerdə işləyək. Dedim, baş etdimdən. Biz ailə qurmuşuq ki, boşanaq, bir dost kimi bərabər bir yerdə işləyək. Mən yanında sən kişi deyildim, sən getdin başqasını, başqa yerdəki iş axtardın özünə. Musa Musayevin qardaşı Cabbar Musayev. Musa qədər namussuz, qeyrətsiz insan yoxdur. Onu o Cabbarın sözləridir. Onu başqa adına, Cabbarın adına giriblər, başqa adamlar yazır ona. Elə Tərlanə kimi adamlar yazır, bax ona. Niyə xəyanətdən danışır? Yəni, qadın haqqı var, qadın da özü. Zaur bəy, burada bir məsələ var, mən üzrəyəm. Musa Musayev bilməli idi ki, dəvəçi ilə dost olanın darvazası gen gərək. Biz bilirik ki, səhər proqramların hamısına göstərdilər ki, məşhur müğənni Alla Pugaçovanın 64 qeyd edir. Alla Pugaçova 7-8 dəfə ailə qurub və fəxr edir ki, bura Azərbaycan olduğuna görə Musa müəllim gərək bilməli idi ki, müğənnidir, o şənliyində olacaq, toylarda olacaq, ad günündə olacaq, gecələr bütün proqramlarda olacaq. O onları gərək bilirdi və bilməli idi ki... Amma hər zaman onun yanındaydı. Yəni ki, insan, onlar heç vaxt ayrı olmayıblar ki, ayrı-ayrı olsunlar, ayrı-ayrı getsin. Mən onlardan çox məclisdə olmuşam. Amma mən elə deməzdim, müəllim. Mən deyərdim ki,
Musanın vaxtı ilə ailəsi olmuşdu. Öz ailəsini atıb, gəlib, uşaqlarını atıb, gəlib tutdu Təranə. Faciə oradan başlayır. Niyə? Bax, ona görə başqasının bədbəxtliyi üstündə qurulan xoşbəxtlik bugün belə davam edir. Xanım, sənə qurban olum. İndi bu yenə hacı danışacaq, güləcəksiniz. Bu bursinin də ailəsi olub. Bu birisinin də ailəsi olub. Bu birisi də öz ailəsini qoyub gəlib. Hə, müəllim, indi onlar ay sevinir ha. Hamı deyir ki, Allah ona görə ikisi də cəzasını alır Şəfiqə xanım. Belə olacaq sizdə də. Təranə xanımın da ailə qurbanı biz bilirik ki, ondan əvvəl ailəli olubdu. Eynən də Musa müəllim. Amma bu ikisindən də valla doğrudan danışmaq, ideal ailə kimi bugün onu müzakirəyə çıxartmaq özü bir gülüncdür. Mənim öz fikrimcə. Niyə? O ideal ailə ola bilməz. İdeal ailələrimiz çoxdur. Biz hamımız bilirik. Bütün cəmiyyət bilir. Bütün cəmiyyət Təranə xanımı da yaxşı tanıyır, Musa müəllimi də. Bugün burada çıxıb nəsə deməklə, nə bilim, ideallaşdırmaqla, ilahiləşdirməklə. Arvad dedi ki, Qumral Təranə xanım, onun psixologiyası pozulur. Yəni dəlidir də ildir. Eynən Musa müəllimi. Bir dəqiqə sözümü kəsin. Buyurun. Bu bursu da deyir ki, mən onu öldürəcəydim, bilirsiniz də nə məsələ. Əslində bu bunların ayrılmağı. Bəli, cinayət. Və bunların ayrılmağı. Əgər bunlar necə evlənib? Nətər o nədir? Ayrılırsan, get ayrıl da. Sən birinə o qədər dəli deyil. Əgər Təranə xanım danışdı, onu evdən çıxartmışam, Musa müəllimlə dedi ki, mənə xəyanət eləyib budur. Musa müəllim kişidir. Bəs onun balaları var, qızı var, oğlu var, nəvəsi var. O nə cür o kişi qüruruna sığışdırıb o sözləri deyir? Özü mən başa düşmürəm, var dövlətin arvadının adına niyə keçirdirsən ki? Və çox qəribədir. Bax elə o məqama mən gəlmək istəyirdim. Yəni çox qəribədir ki. Sevgi buradan başlayır, inan buradan başlayıb ki, hər şeyi arvadın adına keçirdib, özü qaldı. Adam da arvadına deyərmiş ki, səni sevirəm, özdə səmimi sevirəm. Niyə deməzmiş ki, Şamil bəndə? Niyə deməzmiş ki? Niyə deməzmiş ki? Allah, sevənlər demirik, sevirəm. Və hal-hazırda onu söyleyeyim ki, əslində, bilirsiniz necədir, baxırıq o sevgi etrafını kimə eləyirsən? Söhbət bundan gedir. Kimə eləyirsən? Yəni qanana, başa düşənə, dərk eləyənə, anlayana, sevgi sözünün mahiyyətini dərk eləyən insana onu etiraf eləmək olar, gündə 100 dəfə başına da dolanmaq olar. İstər kişi, istərsə qadın. Amma yetər ki, o insan onu qanan olsun. Və Tariyel müəllim, son qərarınız nə olacaq? Biz sizə nədə köməklik eləyək? Mən birinci istədim ki, ATV-yə çıxanda belə düşündüm ki, mən oğlumun ailəsini yığınaldam. Oğlum gəlsin, yığınalsın, gəlinim, geyir gəlsin, ailəsi olsun, uşaqlarına baxsınlar, mən də köməklik eləyib, öyünü tikərəm, öyünü tikəm. O ki, buradan Şirxan, burada da şahçıları da var, Şirxan dedi ki, uşağımın anası qaysın, gəlsin. Oradan onlar da razılıq vermədi. Onlar da oradan eşitdim, oradan dedilər ki, məsələ mən uşağıma nifrət eləyirəm. Atası, anası dedi, o bizim nəvələrimiz deyil. O ki, mənim gəlinim də uşaqlarına nifrət elədi. Nifrət elədiyinə görə... Oğlun da uşaqlarını atdı, getdi Safranın yanına. O da atdı, Safranın yanına etdi. O elə dedi ki, mən daha uşağıma nifrət eləyirəm, çıxıb ərə edəcəm. Mənim oğlum da uşaqlarını atdı, Safranın yanına etdi. İndi bununla mənim də xahişim budur ki, o ki, mənim gəlinim uşaqlarından nifrət elədi. Xahiş eləyirəm sizin köməkliyinizlə. Mən də ona o ki elədi, o uşağına nifrət eləyəndə o uşaqları mən boynuma çəkərəm. Mən özüm saxlayacağım, analıqdan məhrum eləyin, məhkəməyə verin. Özünə də mən lazım deyil. Burada eşitdim mən Gürcistan'da olanda, dedi ki, mən orada oturanları hamısını saxlayaram. Nə dedi, demədi, o mənlik deyil, onun o saxlamağını, saxlamamağını, öz uşaqlarını saxlasın, element versin. Alimentlərini. Bəli. Aydındır. Tariyel müəllimin son qərarı oldu bu ki, Şəfiqə xanım, bilmirəm nə qədər hüquqi cəhətdən bu bəyanat düzgündür, haqlıdır, qanunidir və mümkündür. Buna siz aydınlıq gətirəcəksiniz. Yox, məsələ ondadır ki, ana öz uşaqlarından imtina elədi, istəmir. Qətiyyətlə dedi ki, o uşaqlar mənə lazım deyil. Ata dedi ki, birinci dedi ki, mənim Səfuradan başqa heç kimim yoxdur. İkinci dedi ki, mən öz uşaqlarımı onlardan alacam. Deməli, ata uşaqlarından imtina eləmir. İndi onun səbəbi aramalıdır məhkəmədə ki, atanın uşaqlarına baxmaq imkanı var, yoxsa yoxdur. Yoxdur, çünki... Atanın bu normal şəraiti, ailə şəraiti var. Ən azı, Şəfiqə xanım, bax, normal evi də, şəraiti də yoxdur. Və hətta o Safranın o gün dediyi o təhdid, adam öldürmək cəhdi, intihar cəhdi var ortada. Psixoloji durum məsələsi var, çünki o gün görün gərgindir. Və hətta o gün buradan gedəndə dedi ki, cibimdə bir qara qəpiyim də yoxdur. Heç yerdə də işləmir. Məsələ elədir ki, bu evlad valideyn hüququ
hüququndan məhrum etmək, evladlıqdan məhrum etmək, bu biraz çətin məsələdir. Amma ki, uşaqların alıb nənənin, babanın himayəsinə verilməsi o mümkündür. O deməli, birinci biz həll eləyək o məsələni, uşaqları Allah qanuni yolla verək nənənin, babanın himayəsinə, biraz gözləyək bir 6 ay, bir müddət. Görək, əgər heç kim uşaqlara yenə lazımı qaydada valideynlərindən kömək yoxsa, baxılmırsa, onda deməli biz valideynlik hüququndan məhrum eləməliyik. Aydındır və məsələ, hətta biz Tərtərdə də belə halla rastlaşdıq Ayselgilin həyatında. Aysel həqiqətən də savadsız olduğuna görə, heç bir rus dilini bilmədiyinə görə, ümumiyyətlə başına gələcəklərdən xəbərsiz olduğu halda, təsəvvür eləyin, gətiriblər buna imzalamaq üçün kağız özünün dediyinə görə. Deyirlər ki, bəs uşağa pul verməkdən ötürü Rusiya Federasiyasının vətəndaşı pul veriləcək ikinci uşağa. Bura imza atmalısın. Bu imza atdığı kağızlar sən demə bunun boşanma ərizələrimiş. Təsəvvür eləyin. Bax, belə indi ortalıqda qalıbdır. Baxın, savadsızlığın, oxumamağın, təhsil almamağın, istəyirsən lap belə acısız qal, amma təhsil mütləq vermək lazımdır övladlara. Mütləq vermək lazımdır. Çünki bu ən önəmlisidir ki, bax, belə hallarla rastlaşmayaq. Eyni zamanda Azərbaycan vətəndaşlığından imtina. Habilsəm, sizə nə söylədim, nə dedi, mən sizi istəyərdim ki, sabah studiyamızda görək, çünki çox geniş danışıb. Vaxtımız da bitib artıq. Ona görə də Habilin dediklərinə əziz tamaşaçılar, Hafizə nələri söylədi, nəyi dedi, bax bu şok açıqlamaları mütləq və mütləq sabah Ümidvara baxanda biləcəksiniz. Bugün ATV olayda görəcəksiniz. Qəzadan qəza yarandı. Baş verən bu hadisənin fəsadlarını aradan qaldırmaq üçün əraziyə yığışan insanlardan birini digər avtomobil vuraraq öldürdü. 20 yaşlı qız ölümdən döndü Qobustanda. Hamam otağında kustar üsulla hazırlanan qızdırıcı partladı. Qaz gül gəlirmiş, bilmədən oldu. Onlar aylardır ki, bax bu vəziyyətdədirlər. Həşəratlar isə evin həndəvərindən süpürülməklə qurtarmır. Özümüzdə gündəlik dərman səpirik, ancaq xeyri yoxdur. Başçısı evə içkili gələrək o